9'a baxa bilərik. 5. Beşinci sualdan başlayaq. Arada ötürdüyümüz sual olsa, deyən qayıdıb təzədən baxaq. Beşinci suala baxırıq. Beşinci sualda mahiyyət nədən ibarətdir? Bizə deyir ki, vitrində ayrı-ayrı dipçəklərdə müxtəlif adlı 9 növ bitki yerləşdirilib. Vitrində 3 rəf var və hər rəfdə 3 dənə dipçək var. Böyle 3 dənə rəfimiz var bizim. Və hər rəfdə 3 dənə dipçək var. Qeyd edim, 3 dənə dipçək. Məlumdur ki, görə məlum olan nədir? Qərənfil ortadakı rəfdə ən solda yerləşir. Ortadakı rəfdə ən sola yazıram qərənfili. Qərənfil. Zambağı isə ən üst rəfdə yerləşdirilib. Zambaq ən üst rəfdə yerləşdirilib. Bunu yazıram zambağı ən üst rəfdə. Amma ən üst rəfdə hara yerləşdirilib onu bilmir yaxı, düzdürmü? Yəni üçündən birində olacaq, amma taqi sırasını bilmirəm, ona görə saxlayıram. Növbəti cümlə. Lalə bənövşə ilə eyni rəfdədir, amma yanaşı deyillər. Lalə ilə bənövşə eyni rəfdədir, amma yanaşı deyillərsə, deməli lalə və bənövşə birinci və üçüncü sıralardadır, hansı rəfdədirlərsə. Bunların da arasında bir dənə gül olmalıdır. Çünki yanaşı deyirlər. Amma hələ ki, bunların hansı rəfdə olduğunu bilmirəm, saxlayıram. Növbəti cümlə. Çoban yastığı, nərgiz və ətirşah eyni rəfdədir. Əgər bu güllərin üçü də eyni rəfdədirsə, deməli yuxarı rəfdə ola bilməz, yuxarıda zambaq var. Ortada qərənfil var, ola bilməz. Deməli avtomatik olaraq bu 3 dənə gülün üçü də qalır ən aşağı rəfə. Çoban yastığı da, nərgiz də, ətirşah da qalır ən aşağıya. Amma sıralarını təyin edə bilmirəm. Bilirəm ki, aşağıya bu üç getməlidir. Bura kimi problem var? Evet. Əgər mən aşağı çoban yazsın, nərgiz ətirşah yazacam. Ortadakı rəfdə ən sola qərənfil yazacamsa, deməli lalə ilə bənövşə qalır ən yuxarı rəfə. Biri 1-də olmalıdır, biri 3-də. İndi bunu təyin eləməkdən ötürü sonuncu cümləyə baxacağım. Sonuncu cümlədə bizə deyir ki, bənövşə və qızılgül şaquli olaraq eyni xətt üzərindədir. Çobanyası və zambağı isə eyni şaquli xətt üzərində deyillər. Əgər sən bənövşə ilə qızılgülü eyni şaquli xətt üzərində görməlisənsə, bənövşəni gəlib burada yuxarıda birinci yazmaq istəsən, ki, bununla eyni rəfdə qərənfil oldu axı eyni şaquli xətt üzərində. İndi qərənfilin də altında çoban yastığı nərgiz ətirşahdan biri olacaq. Yəni heç cür ögey bənövşə ilə qızılgül eyni xətt üzərinə düşə bilmir. Ona görə deməli biz burada bənövşəni sona yazmalıyıq ki, onunla eyni xətt üzərinə də qızılgül yaza bilək. Bura yazıram qızılgül eyni xətt üzərinə. Bənövşə 3-dədirsə lalə qalır 1-ə. Lalə ilə bənövşə arasında bir dənə zambaq yerləşir burada. Hamısı istifadə olunandan sonra bir dənə yerdə qalan bitki qalıb kaktus. Kaktus avtomatik olaraq qalır ortadakı rəfdə qızıl güllə qərənfilin arasında. Kaktus da yazıram bura. Yuxarıda lalə, zambaq, bənövşə oldu. Aşağıda qərənfil, kaktus, qızıl gül oldu. Ən aşağıda çoban yastığı, nərgiz ətirşah. Amma bir dənə bu çoban yastığı, nərgiz ətirşahın hansı hardadır onu təyin edə bilmirəm. Ona görə bu üç dənəsinin yeri məlum deyil. Cavab olur Y variantı. Problem var. Əla. Mənim bir şey soruşa bilərəm. Bəli, buyur. Orada ən axırıncı bənddə yazılıb ki, çoban yastığıyla zambaqda eyni şaquli xətt üzərində deyil. Hə, tamam, okey, səhv başa düşmüşəm. Elə bildim üst-üstədirlər, ona görə səhv yazmışdım mən onu. Yox, deyirlər. Onda çoban Hı, yastığı tamam, ortada deyil, amma birdə yoxsa üçdə olduğunu deyənmirəm. tamam, tamam. 6. 6-cı suala baxaq. 6-cı sual deyir ki, K, L və M adlı 3 dost təyyarə, vertolyot və raket maketi hazırlayıblar. Kim hansı maketi hazırlayıb sualına onlar belə cavab verdilər.
A təyyarə maketi hazırlayıb, L təyyarə maketi hazırlamayıb, M raket maketi hazırlamayıb. İndi biz burada elə bir versiyanı tapmalıyıq ki, bir dənə doğru olsun, iki dənə səhv olsun. Söhbət gedir K, L, M-dən düzdürmü? Və bunları qeyd edirəm. K, L, M-dən. Əgər desək ki, biz gəlib burada birinci cümləni düz götürək. Bu versiyalar dəyərləndir. Çünki burada versiyalar qısıtlı olduğuna görə 3 dənə versiyanı dəyərləndirməliyəm. Əgər desəm ki, birinci cümlə doğru olsun, K həqiqətən təyyarə maketi götürsün. Onda ikinci cümlə də doğru olacaq. İkincidə deyir ki, el təyyarə maketi hazırlamayıb, düz demiş olacaqdı. Çünki təyyarə maketi K-ya qalıb axı. Yəni ona görə K-nın təyyarə maketi hazırlanmaq ehtimalı konkret səhvdir. Yəni ona görə bizim birinci cümləmiz mütləq səhv olmalı. Çünki birinci doğru götürsəm, iki də avtomatik doğru olur. Deməli, birinci cümlə səhv olmalıdır. El təyyarə maketi götürə bilməz. Bu deyimdə problemi olan var. Onda yaxşı. K təyyarə götürə bilmirsə. Gəlin ikinci cümləni düz kimi götürməyə çalışaq. El təyyarə maketi hazırlamayıb. Bunu düz götürsəm, K təyyarə hazırlanmağı səhv edirsə, el də təyyarə maketi hazırlamışsa, təyyarə bir dənə qalırdı hansına? M-ə. M-ə yazıram təyyarə. Yerdə qaldı. Raketlə vertolyot. İndi raketlə vertolyotu mən hansına ara yazsam bir dənə doğru ehtimal çıxarda bilərəm. Baxıram ki, raketi hansına yazıram yazım, K-ya da yazsam, L-ə də yazsam, çünki avtomatik olaraq M raket maketi hazırlam. Bu da düz olacaq. Məsələn, bax raketi burada yazsam, raketi burada yazsam fərqi yoxdur. Üçüncü cümlə deyir M raket maketi hazırlamayıb. Bu da doğru olmuş olacaqdı. Deməli, burada birinci və ikinci cümlənin doğru olma ehtimallarında mütləq ən az iki dənə düz çıxır. Ona görə biz burada düz kimi ancaq və ancaq üçüncü cümləni götürəcəyik. Yəni burada üçüncü cümləni doğru götürüb sual bax onun əsasında qurmalıyam. Burada problem olan var. Mənim bu Müəllim üstünlüyü necə cavabları tapa yerinə qoyub bilərsiniz? yoxlamırdı. Necə? Bəzi səhv düz olanlarda cavabları yerinə qoyub yoxlayırdıq da, amma burada elə deyil, hə? Burada cavabları əslində yoxlayacaq variantlar. Prosta burada verilənlər az olduğuna görə, məsələn, ADS K raketi hazırlayıb. Burada bir dənə K haqqında bilgi verir. Bax, mən ellə neyimi bilmirəm. Ona görə mən bu ehtimalları yazıram burada. Başa düşdüm. Məsələn, bax, indi gəl üçüncü ehtimalı dəyərləndirək. M raket maketi hazırlamayıb. Raketi M hazırlamayıb. Bunu düz götürsəm, gəl K-ya bir dəfə raket verək. K raket hazırlayıbsa, L təyyarə maketi hazırlamayıb. Bu səhv olmalı. Çünki artıq bir dənə doğrumuz var. Təyyarəni yazıram M-ə. Vertolyot da qalır elə. Və indi bu ehtimala diqqət elə. K raket hazırlasa, birinci cümlədə deyir K təyyarə maketi hazırlayıb, səhv olur. El təyyarə maketi hazırlamayıb, düz gəlib çıxırdı. M raket maketi hazırlamayıb, bu da düz gəlib çıxırdı. İki dənə düz olurdu, düzdürmü? Deməli, məsələ nədir? Sən gəlirsən, təyyarəni elə verirsən, vertolyotu emə verirsən, sən şərtin düzəlir. Bax, indi gəl yoxlayaq bu şərti, bu ehtimalı. A təyyarə maketi hazırlayıb, səhvdir, raket hazırlayıb. El təyyarə maketi hazırlamayıb, təyyarə hazır, bax, bu da səhvdir. M raket maketi hazırlamayıb, düzdür, vertolyot hazırlayıb. Deməli, sənin bir dənə doğru, iki dənə səhv yarada biləcəyin ehtimal, bu ehtimaldır. İndi bu ehtimalları gəl variantlarda yoxla. Gör variantlarda bunlardan hansı verilib sənə? Variantlarda bu yazdığım ehtimallardan verilən hansıdır? Bax, bir dənə A variantında K raketi hazırlayıb. Bax, bu dənə bu ehtimal verib. Deməli, doğru cavab elə A variantıdır. Məsələn, B-də deyir, el təyyarə hazırlamayıb. Bizə lazım olan ehtimalda el təyyarə hazırlamalı idi. B-ni atıram gedir. K vertolyot hazırlayıb. Xeyr, bizə lazım olan ehtimalda K raket hazırlamışdı. M təyyarə hazırlayıb. M vertolyot hazırlayıb. Atıram getdi. El vertolyot hazırlayıb. El təyyarə hazırlamalıydıq. Atıram getdi. Cavab olur A variantı. Yəni bir sözlə biz elə bir ehtimal tapmalıydıq ki, bu verilən cümlələrdən biri doğru, ikisi səhv olsun. Onu da yoxlayandan sonra tapdıq ki, K raketi el təyyarəni M vertolyotu hazırlayanda verilən cümlələrdən həqiqətən də biri doğru, ikisi səhv olmuş olur.
Ona görə deməli bizə lazımdır. Ya desin K raket hazırlayıb, ya desin el təyyarə hazırlayıb, ya da M vertolyot hazırlayıb. Üçündən birini verməlidir bizə. Variantda da hansını verib? K raket hazırlayıb. Onu verdiyinə görə mən də onu götürürəm 7. Müəllim, burada biz Bəli, Kaya birinci raket verdik. Sonradan elə təyyarəni hazırlayıb dedik. M vertolyot. Bir dəfə də L-lə M-i əks hansı ehtimal ödəyirsə onu götürürük. Elə. bəli. Elə ehtimal tapmalısan ki, bir dənə doğru olsun. Hı, başa düşdüm. Məsələn, vertolyotla təyyarənin yerini burada dəyişəndə 2 dənə doğru çıxır. Deməli doğru ehtimal o deyildi. Bəli, Biz onda elə bir ehtimal, ödəmir. bəli, elə bir ehtimal axtarıb tapmalıyıq ki, bir dənə doğru, 2 dənə səhv olsun. Həmin ehtimalı bax bu ehtimal idi. Elə bir ki, baxdığımız sual var, o 7, 8, 9 onun daha çətin formasıdır. Çünki burada variantlarda veriləni limitli qoyduğuna görə sən ehtimalları dəyərləndirməlisən. Normalda məsələn o bir variantlarda yazır ki, K raket hazırlayıb, el məsələn təyyarə hazırlayıb, M vertolyot hazırlayıb, hamısını bir-bir rahat yoxlayırdı. Burada ehtimallar qısa verdiyinə görə o qısa ehtimallar əsasında yoxlayıb belə cavab çıxartmalıydım. Aydın deməli. Altdan sonra 11 görmüşdüm. 11-ə kimi 8 də 8, yazıblar. 8-ə baxaq. 8, 9. Məsələn, bax 8, 9 bu 7 tipli gedən sualdır. Məsələn, bax 8-ə baxıram. Yenə 8-də bizə nə deyir? 3 dənə cümlə verib. Tural Lənkərana getməyəcək, Lənkərana Rahim gedəcək, Nicat Gəncəyə getməyəcək. Yenə deyir ki, verilən ifadələrdən yalnız biri doğru olub. Məsələn, bax, bu çox rahatdır. 7-dəki sualla eyni şeydir. Kimə ara hesabım olmuşdu? Bütün variantları yoxlayıram. A-ya baxıram. Birinci cümlədə yazıb ki, Tural Lənkərana getməyəcək. Amma A-da yazıb Tural Lənkərana gedir, axı deməli səhvdir. İkinci cümlə, Lənkərana Rahim gedəcək. Axı Rahim Lənkərana getməyib, ikinci cümlədə səhvdir. Nicat Gəncəyə getməyəcək, amma Nicat Gəncəyə gedib axı. Deməli, üçüncü cümlədə səhvdir. Deməli, A ola bilməz. Bizə elə bir variant lazımdır ki, bir doğru olsun. B variantına baxıram. Tural Lənkərana getməyəcək, Lənkərana gedib axı. Yalanlaşmış oldu. Lənkərana Rahim gedəcək, Rahim Gəncəyə gedib axı. Yalanlaşmış oldu. Nicat Gəncəyə getməyəcək, həqiqətən Nicat Şəkiyə gedib, Gəncəyə getməyib, doğru danışmış oldu. Bir doğru, iki səhv olduğuna görə doğru cavab olur B variantı. Problem var burada. Xeyr müəllim, aydındır. Evet. 9-cu sual. Belə eləyək. 9-cu sual. Görək 9-cu sual soruşanlardan birinə bir paralel işləyək. Təbii də var, Abbasda var. Abbas səs aça bilirsən? Bəli müəllim. Evet. Gəl baxaq. Bax, bu səfər yenə eyni tipdə gedən sualdır. Bu 5 dənə dostdan biri Səhərin qələmini götürüb. Deyir, Səhər qələmi kimin götürdüyünü soruşanda belə cavab verdilər. Nahid bir cümlə deyir, Aqil bir cümlə deyir, Ələsgər bir cümlə deyir, Vüsal bir cümlə deyir, Cəlil bir cümlə deyir. Və Səhər bilir ki, dostlarından üçü doğru danışır. Qələmi kimin götürdüyünü tapın. Və bizə elə bir ehtimal lazımdır ki, bu cümlələrin üçü doğru olsun, ikisi səhv. Düzdürmü? Məsələn, gəl bax, yenə variantları yoxlayıram. Bax, tutalım ki, qələmi götürən Nahiddir. Bunu yoxlayıram indi. Nahid nə deyir? Qələmi ya Aqil götürüb, ya Ələsgər. Abbas düz deyir, səhv deyir. Qələmi yargı əgər elə düz deyir də. Yox, Ya tutalım ki, səhv qələmi deyir. götürən Səhv Ay sağ. Nahidsə özündən. Bəli. Tutalım ki, qələmi götürən Nahiddir. Nahid özü götürüb, amma deyir qələmi ya Aqil götürüb, ya da Ələsgər. Yalan danışır. Aqil deyir, qələmi nə mən, nə də Cəlil götürməyib. Düz deyir. Düz deyir, bəli, Nahid götürüb də. Ələsgər nə deyir? Nahid, Aqil, ikiniz də yalan danışırsınız. Bu səhv deyir. Səhv deyir, Aqil düzünü açmışdı axı. Vüsal deyir, xeyr Ələsgər, onlardan biri düzünü deyir. Bu da bu düz də deyə bilər, səhv də deyə bilər axı. Çünki əgər Düz, düz deyir də. Nahidin Ələsgərə deyir ki, Ələsgərə deyir ki, xeyr Ələsgər, onlardan biri düzünü danışır. Yəni Nahidlə Aqildən biri düzünü danışır. Düz deyir də, Aqil düzünü açmışdı axı. Ona görə Vüsal düz danışır. Cəlil deyir ki, yox Vüsal sən düz demirsən. Amma Vüsal düz deyir, bax deməli Cəmil yalan danışır. Gördük ki, bu ehtimalda 3 yanlış, 2 doğru oldu. Amma bizə lazımdır 3 dənə doğru olsun. Deməli A səhvdə atıram gedir. Burası aydındır. bəli. Buradan suallar var bu hissədən.
Onda bir dənə C variantı. Abbas, qulaq asır. Sən mənlə təhlil elə. Tutalım ki, qələmi Ələsgər götürüb. Qələmi Yaqir ya da Ələsgər götürüb. Düz deyil. Nahid düz Bəli. deyil. Nəhayət düz deyir. Ələsgər götürmüş. Aha. Aqil deyil. Qələmi nə mən nə də Cəli götürməyib. Aqil də düz deyil. Ələsgər götürüb. Düzdür. Bunlar götürməyib ki. Ələsgər, Nahid, Aqil ikiniz də yalan danışırsınız. Bu da düz deyil. Yox, o deyir ikiniz də yalanla. İkisi də doğru danışmaq əksinə. Nahid də doğrudur. Bu səhvdir, səhv. Bəli. Vüsal, xeyr, Ələsgər onlardan biri düzünü deyil. Vüsal düz deyil. Çünki İkisi də Aqil düz düzün deyir deyil. axı. Yox, Vüsal deyir ki, onlardan biri düzünü deyir. Amma ikisi də düzün deyib axı. Onda səhvdir. Səhv deyib, bəli. Cəlil, yox, Vüsal sən düz demirsən. Düz deyir Cəlil. Düz deyir Düz də deyil Cəlil. Cəlil. Vüsal səhv. Vüsal açıq qoymuşam axı. Deməli Cəlil düz danışır. Deməli, qələmi Ələsgər götürsə, Nahid, Aqil, Cəlil düz danışmış olur. Ələsgərlə Vüsal səhv danışmış olur. Yəni 3 dənə doğru versiyada çıxır. Ona görə cavab olur Ələsgər C variantı. Müəllim, onda bu tipli sualları ancaq elə variantlara qoyub yoxlamaq daha məntiqlidir də. Bəli, bəli, bəli. Amma sən burada variantları yoxlamasan belə, bir dəfə Nahidi, bir dəfə Aqili, bir dəfə Ələsgəri, bir dəfə Vüsalı, bir dəfə Cəlili qoyub yoxlamalıydın. O da elə gəlib eyni şeyə çıxır. Sadəcə bu Aydın. sualın sətini cümlələr adamı çaşdırır. Gəl cümləni dəqiq oxuyursun. Bunlar hepsi böyle bir-birine müraciət edir də. Nahidlə Aqil ümumi bir fikir yürüdür. Sonra Ələsgər Nahidlə Aqilə söz deyir. Vüsal Ələsgərin sözünə qarşılıq söz deyir. Cəlil Vüsalın sözünə qarşılıq söz deyir. Onlar qələmi kimin götürməklə maraqlanmırlar. Onlar bir-birinin sözlərinin doğru və ya səhv olmağını təhlil edirlər. Problem var burada. Eyvallah. 9'dan sonra 11. 11. sual. 11. sualla bax, birinci zaman dilimləri verilib. Bir neçə saniyə, bir dəqiqə, bir neçə dəqiqə əsən küləklər, qasırğa, fırtına, musson, küləklər adlanır. Vsyo. Və ümumiyyətlə bir şey yadda saxla. Əgər zaman dilimi varsa sualın daxilində, həmişə zaman dilimlərini düzməyə çalış. Sən burada da zaman dilimləri olduğuna görə gəlib zaman dilimlərini sıraya düzürəm. Bir neçə saniyə, saniyə yəni, bir dəqiqə, bir neçə dəqiqə, yazıram bir plus dəq, bir saat, 2-3 saat, bir gecə, bir neçə ay, bir də daim əsən küləklər. Oxuyuram birinci cümləni. Deyir ki, Boran ən uzun olmayan birizdən qısa, ən qısa olmayan qasırğadan uzundur. Bax, Boran ən uzun olmayan birizdən qısadır. Birizdən qısadır, amma ən uzun olmayan biriz deyirsə, deməli birizdən də uzun nəsə var. Ən qısa olmayan qasırğadan isə uzundur. Boran uzundur qasırğadan, amma ən qısa olmayan deməli qasırğadan da qısa nəsə var. Yəni, bax, birinci cümlədən çıxan məzmun budur. Boran ən uzun olmayan birizdən qısadır, ən qısa olmayan qasırğadan uzundur. Qeyd elədim. Keçən cümlənin davamını. Əsmə müddətləri sırasında boran və qasırğa qonşudurlar, yəni yanaşı yazılmalıdırlar. Əsmə müddəti saatla ölçülən küləklər fırtına və tufandır. Sonuncu fırtınadan uzundur. Yəni əsmə müddəti saatla ölçülən küləklər deyirsə, söhbət 1 və 2-3 saatdan gedir. Bunların biri fırtınadır, biri tufan. Əgər sonuncu dediyi, yəni tufan fırtınadan uzundursa, 2-3 saata yazıram tufanı, 1 saata yazıram fırtınanı. Və son olaraq musson birizdən uzundur. Birizdən uzun musson var. Müəllim, tufanla fırtına başa düşməliyəm. Bir də izah edəcəksiniz. Hansı? Tufanla fırtına. Deyir ki, əsmə müddəti saatla ölçülən küləklər fırtına və tufandır. Sonuncu fırtınadan uzundur. Əsmə müddəti saatla ölçülən küləklər deyirsə, saatları tapdım. Bax, bu 2-dir saatla ölçülənlər.
Əgər tufan fırtınadan uzundursa, deməli çox olana tufan yazıram, 2-3 saat olana. Az olana fırtınalı yazıram. Problem var burada. Başa mən də bunu həll eləmişdim. Mən sonuncunu daimi götürmüşdüm müəllim. Nəysə. Orada Yox, saç baş. sonuncu dediyi bu ikisindən sonuncu deyil. Tufan nəzərdə tuturdu. Aha, belə. Çox sağ. Burada bir dənə sual verim sizə. Mən burada boranla qasırğanı yanaşı yazmalıyam. Kim deyər, mən burada boranla qasırğanı hara yazsam yanaşı şəkildə heç bir problem baş verməz. Birlə 1 plus dəqiqə müəllim. Bəli. 1 ilə 1 plus dəqiqə yazmalıyam. Boranla qasırğanı yanaşı yazmalıyamsa, saniyə ilə dəqiqəyə yaza bilmərəm. Çünki qasırğadan əvvəl nəsə olmalıdır. Gəlib boranla qasırğanı gecə ilə aya da yaza bilmərəm. Çünki desəm ki, qasırğa boranı bura yazın. Axı borandan qabaq ən az 2 dənə küləyi var, birindən başqa biri. Şu anda mən bura boran yazmaq istəsəm, bundan qabağı bir dənə daimi külək qalır. Bəs ikinci küləyi hara yazacağam? Yer yoxdur axı yaza biləcəyim. Ona görə mən boranla qasırğanı ancaq bura yaza bilərəm ki, qasırğanın da solunda yaza biləcəyim yer olsun. Boranın qabağında da yaza biləcəyim yerlər olsun. Şu, bir dənə bunu təyin edə bilirəm. Buradan suallan yoxdur. Yəni, deyir, mətndəki məlumatlara görə hansı nəticələrə gəlmək olar? Elə doğru cavabları göstərirəm. Boran bir neçə dəqiqə əsir. Düzdür. Qasırğa əsmə müddəti 1 dəqiqədir. Düzdür. Bir də burada 6 düzdür. Şiddətli küləyin əsmə müddəti dəqiqələrlə ölçülmür. Şiddətli küləyin nə qədər əsdiyini bilmirəm. Amma dəqiqələrlə ölçülmədiyi dəqiqdir. Çünki dəqiqələrlə ölçülən küləklər boran və qasırğadır. Cavab olur 3, 4, 6. C variantı. Sonra 22-yə baxa bilərik müəllim. bəli, bəli, bəli. 12. 12 kimin sırası sualı idi? On ikiyə kim soruşdu? 12 soruşuldu yoxsa səhv eşitdim? 22 Mən deyil. deyirəm, mən 22 dedim müəllim. 22? Bəli, Bəli. bəli. Hani 14 var onda kim? 14'e bakar. On dördüncü sual. Bazar ertəsi növbətçilik etmək üçün aşağıda adı çəkilən 7 nəfərdən 4'ü 2 nəfər əla qiymətlərlə, 2 nəfər isə zəif qiymətlərlə oxuyan şagird seçilib. Məlumdur ki, 7 nəfərdən 4'ü seçilməlidir. 2 nəfər əla qiymət alan, 2 nəfər zəif qiymət alan. Məlumdur ki, Azər, Məcid, Yasər və Pərviz əlaçıdırlar. Əzizə, Lətif, Tofiq isə zəif qiymət alırlar. Azər nə Lətiflə, nə də Məcidlə bir qrupda növbətçilik eləmir. Yasər və Tofiq isə birlikdə növbətçilik eləmirlər. Deyir, yuxarıdakı verilənlərə əsasən uyğunluğu müəyyən edin. Və birinci cümlə. Azər növbətçi olarsa. Mən 4 nəfər seçməliyəm. Əgər onlardan biri Azər olarsa, Azərlə bağlı bizə nə demişdi? Azər nə Lətiflə, nə də Məcidlə bir qrupda olmayacaq. Lətifi sildim, Məcidi sildim. Qrupda 2 dənə zəif oxuyan olmalıdırsa, yerdə olsa 2 dənə zəif oxuyan qaldı. Əzizə, bir də Tofiq. Deməli, Azər, Əzizə və Tofiqdə bir qrupda olacaq. Və sənə sonda demişdi ki, Yasəf Tofiqlə birlikdə növbətçilik eləmir. İndi mən Tofiqin yanına Yasəf yaza bilmirəmsə, əlaçılardan Azərin yanına yaza biləcəyim bir dənə qaldı Pərviz. Və birinci versiyamız budur. Azərlə Pərviz 2 dənə əlaçı düşdü yanaşı, Əzizə Tofiq 2 dənə zəif oxuyan düşdü yanaşı. İndi bunun əsasına görə hansı variant düz gəlir buna? A variantı. Yasəf və Məcid mütləq növbətçi olub. Söhbət. Pərviz və Məcid mütləq növbətçi olub. Xeyr, Məcid yoxdur. Lətif və Tofiq növbətçi olub. Xeyr, Lətif yoxdur. Pərviz və Əzizə növbətçi olub. Bəli, Əzizə də var, Pərviz də. Oldu deyə. Əzizə və Lətif mütləq növbətçi olub. Əzizə var, Lətif yoxdur axı. Ona görə də birinci ancaq D aid olur. Şöyle bunun cavab çıxır ki, cavab A variantıdır. İndi birini də təhlil edəcəm. Sadəcə burada problem olan var.
Necə? Yo, aydındır müəllim. Evet. Burada bir dənə B variantı, ikinci də təhlil eləyək. Üçüncü də onsuz avtomatik çıxacaq. Deyir, əgər pərviz növbətçi olmayıbsa, pərviz növbətçi olmayıbsa, deməli ikinciyə aid olan C, B deyil, D deyil. A, C, Y ola bilər. A-nı yoxlayıram. Bax, pərviz növbətçidirsə, onun yanındakılar Yasəf və Məcid ola bilərmi? Təbii ki, ola bilməz. Çünki pərviz özü əlaçıdır. Yasəflə Məcid də əlaçıdır. Bunun yanına 2 dənə əlaçı necə qoya bilərəm ki mən? 3 dənə əlaç olaraq. A-nı atdım getdi. Lətif və Tofiq mütləq növbətçi olublar. Yox, Olmayıbsa olmayıbsa deyir. deyir. Hə, olmayıbsa deyə çaşdım hə. Pərviz növbətçi olmayıbsa deyirəm. Pərviz növbətçi olmayıbsa, görək hansı olacaq. Pərviz növbətçi olmayıbsa, Yasəf və Məcid mütləq növbətçi olub. Gəl bax bunu dəyərləndirək. Azər növbətçi olsaydı, Pərviz də növbətçi olmalı idi. Əgər Pərviz növbətçi olmayıbsa, deməli Azərdə çıxıram. Elə Pərvizlə Azər çıxanda 2 dənə əlaçı həqiqətən Məcid və Yasəf növbətçi olmalı idi. A düzdür. Sonra Yasəflə bağlı nə demişdi? Yasəf Tofiqlə bir qrupda deyil. Yasəflə Tofiq bir qrupda deyilsə, zəif oxuyanlardan da bir dənə əziyyətlə lətifə qalır bunlarla bir qrupa. Şu Pərvizin növbətçi olmadığı ehtimalda növbətçi olanlar bax bunlardır. Yasəf və Məcid A variantı, bir də Əzzə və Lətif Y variantı. 2 oldu A-la Y. B-C də qalır 3-cüyə. Problem var burada. Keçdik. 16-cı sualı gəlin belə eləyək. Birinci aralıqlara baxaq. Çünki onsuz da arada vermədiyim suallar var ha. Onları təzədən verəcəm işləməyə. Onun səhvlərinə sonra baxarıq. Əslində Birinci ver. 16-cı sual asandır. Sadəcə olaraq o da nəyisə var, mən tuta bilməmişəm. Yoxsa Yaxşı, gəl cədvəldə onu. qoymuşam, hansı da 16-cı sual demək olar. Yaxşı, gəl Sadəcə baxaq. orada Yaxşı, verilənlərdə bir ikisi məni narahat eləyirdi, onun üçün tapmamışam. yaxşı, gəl baxaq 16-ya. 16-ya baxaq, sonra ancaq aralıqlara baxacaq ki. Çünki bu yerdə qalanları təzədən sonra işlədəcəm sizə. İndi istəməyə də üstünə keçməyək. Baxaq. Çingiz, Adəm, Asəf, Yusif və Emin adlı şagirdlər həftənin 5 günü ardıcıllıqla növbətçi olmalıdırlar. Həftə ərzində Adəm Yusifdən öncə növbətçi olmalıdır. Adəm Yusifdən daha öncə olacaq. Çingiz həftənin tək günlərində növbətçi olmamalıdır. Çingiz tək günlərində olmuşsa, deməli Çingiz ya 4-də olacaq, ya 2-də. Yusif 5-ci gün növbətçi olmamalıdır. 4-cü gün Emin növbətçi olmalıdır. Emin 4-cü gün növbətçidirsə, deməli Çingiz ikinci gün Çingizdən 4 olacaq. gedib Çingiz qalır 2-ci günə, düzdürmü? Bəli. Yusif 5-ci gün növbətçi deyilsə, sən Yusifi deməli 3-ə yazmalısan ki, Yusifdən əvvəl Adəm var axı, 1-ə də yazırsan Adəmi. Bir də Necə Nasifdə oldu qalır mənim 5-ə də düşür. Yusif 3-ə yazdınız? Yusif 5-də deyilsə, Yusifi 1-ə yazarsan, yoxsa 3-ə yazarsan? Başa düşdüm. Çünki Yusifdən əvvəl Adəm var axı. Yusifə 1-ə Aydındır. yazmaq istəsəm, 1-dən əvvəl yaza biləcəyim yer qalmır Adəmə. Ona görə Yusif əgər 5-də deyilsə, 3-ə yazıram ki, ondan əvvəl Adəm yazım, Asəf də qalsın bura. Aydındır? Bəli. Məli. Sonra keçdim. 21-25 aralığından 22-ni eşitmişdim. 22-yə baxaq. Masanın üstündə qırmızı, yaşıl və sarı rəngdə 3 dənə zərf var. Bu zərflərdən birinə şəkil, o birinə məktub, digərinə isə ərizə qoyulacaq. Gəl baxaq.
Yazıram. Söhbət nədən gedir? Qırmızı, yaşıl, bir də sarı zərfdən. Bir şəkil yaşıl zərfə qoyulsa, sarı zərfə də məktub qoyulacaq. Əgər yaşıl zərfə şəkil qoyulsa, sarı zərfə də mütləq məktub qoyulacaq. Şəkil, məktub, avtomatik ərizə qalır bax bura. Keçdim ikinci ehtimal. Qırmızıya məktub qoyulsa, yaşlı ərizə qoyulacaq. Məktub, ərizə, şəkil qalır bura. Üçüncü şərt. Şəkil yox əgər qırmızıya qoyulsa, yaşlı ərizə qoyulacaq. Avtomatik məktub qalır sarıya. Şu bütün ehtimallar bax bulardır. Misalidir yuxarıdakı şərtlər nəzərə alınmaqla. Əgər sarı zərfə ərizə qoymaq istəsə, aşağıdakılardan hansı mütləq doğrudur? Sən sarı zərfə ərizə qoya bilmirsən, axı ya məktub qoymalısan, ya şəkil. Şimdi də cavab oldu ya variant. Ərizənin sarı zərfə qoyulması şərtlərə ziddiyyət təşkil edir. Cavab oldu ya. Mən onu prosta təyin edə bilmədim. Mən yəni nəyə görə ziddiyyət təşkil edir? O verdiyi Çünki şeyin faktlara görə də. yox, bax, çünki deyimdə səbəb nədən ibarətdir? Sən sarı zərfə ərizə qoymaq istəsən, məktubla şəkil qalır, qırmızı və yaşlı, düzdürmü? Bax, A, sarı zərfə ərizə qoymaq istəsək, məktubla şəkil qalır bura. Sən qırmızıya şəkil qoysan, ərizə yaşla qoymalıydın mütləq. Ziddiyyət yaradır. Düzdürmü? Və yaxud da şəkili yaşla qoysan, ərizəni qırmızıya yazmalıydın. Ona görə ziddiyyət yaradır. Yəni ərizənin sarı olduğu ehtimalda sən yerdə qalan şəkillə məktubu qoya bilmirsən axı bu yerlərə. Çünki şəkili yaşla qoysan, ərizə qırmızıya düşməli idi. Şəkil qırmızıda olanda yaşlı ərizə düşməli idi. Yəni şəklin qırmızı və yaşlı olduğu ehtimalların heç birində sarı ərizə düşə bilməzdi. Ona görə ziddiyyət yaradır. Yəni ehtimalların heç birində ödəmirdi bu. Problem var burada. xeyr, mən çox sağ olun. 22-dən sonra 23 soruya baxa bilərik. 23, Bəli. 23-cü soru. Cildlərinin rəngi müxtəlif olan 4 dənə kitab, göy, yaşıl, qırmızı, sarı olan 4 dənə kitab rəfin üstündədir. 2025-in qəbul sualıdır. Çox sadə sualdır. Dedektiv, nağıl, roman, bir də şeir. Buna yazıram rəngləri. Göy, yaşıl, qırmızı və sarı. Axşamınız xeyir olsun müəllim. Axşamı xeyir olsun. Üzrdə sayın müəllim işdəydim, gec qoşula bildim. Hə, tamam, artım. Bax, qeyd elədim. Kitabları bir də rəngləri. İndi bizə nə deyir? Masanın üstündə ağ cildli kitab var. Mənə maraqlı deyil axı ağ cildli kitab. Mənə bu 4 dənə rəng maraqlıdır. Dedektiv və şeir kitabları göy cildli deyil. Dedektiv də göy deyil, şeir də göy deyil. Nağıl kitabı qırmızı kitabla romanın arasında yerləşir. Deməli, nağıl kitabı da, roman da qırmızı deyil. Sarı cildli kitab nə şeir, nə də nağıl kitabıdır. Deməli, şeir və nağıl kitabları sarı cildli deyil. Yaşıl kitab sarı kitabdan və dedektivdən solda yerləşir. Deməli, dedektiv yaşıl da deyil, sarı da deyil. Şurada dedektiv bir dənə qaldı nə? Qırmızı.
Şeir bir dənə qaldı yaşla. Nağla qaldı göy. Romana da qaldı sarı. Bizdən qırmızını istəyir. Qırmızı oldu dedektiv D variantı. Yapmış problem var. Yox, mən bayaqdan cədvəl qururam. Dedektivi qırmızı qoymaq yadımdan. Çıxar qoyuram, qoymaq yadımdan çıxır. Bildim. Problem yox. Problem. 24. Nihat, Talih, Əlvan, Cavanşir və Murad adlı işçilər mühasibatlıq, maliyyə, planlaşdırma, qablaşma və nəzarət bölmələrində işləyirlər. Gəlirəm şəxslərin adını yazıram. Nihat, Talih, Əlvan, Cavanşir və Murad. Burada yazıram işlədiyi bölmələri. Mühasibatlıq, maliyyə, planlaşdırma, qablaşdırma və quraşdırma. Birinci cümlə. Nihat ya mühasibatlıq ya da planlaşdırma bölməsində işləyir. Nihat ya mühasibatlıq ya da planlaşdırmada işləyirsə, deməli digərlərində işləmə qoyuram getdi. Salih ya maliyyə ya da planlaşdırmada işləyirsə, deməli digərlərində işləmə qoydum getdi. Əlvan ya mühasibatlıq, ya planlaşdırma ya da nəzarətdə işləyir. Əlvan ya mühasibatlıq, ya planlaşdırma, ya da bu nəzarətdə idi, quraşdırma deyil, bu nəzarətdir, bu nəzarət eləyərdi. Nəzarət. Əlvan ya mühasibatlıq, ya planlaşdırma, ya da nəzarətdə işləyirsə, deməli avtomatik digərlərində işləmir. Gəlirəm, maliyyə də qoyuram, qablaşdırma da qoyuram. Cavanşir ya qablaşdırma ya da nəzarətdə işləyirsə, digərlərində işləmir qoyuram. Murad ya qablaşdırmada ya da planlaşdırmada işləyirsə, deməli digərlərinə qoyulmur, qoyuram getdi. Burada problem var. Buradan bir dənə detal tapın, o da səhv cavab aparır. Bir dənə buradan maliyyədə işləyən kim qalır boşda? Nihat deyil, Əlvan deyil, Cavanşir deyil, Murad deyil. Bir dənə qalır Talih. Başqa heç birini tapa bilmirəm. Mənə deyir ki, aşağıdakılardan hansı mütləq doğrudur? C variantı. Talih maliyyə bölməsində işləyir. Cavab olur C. Qədər. Sonra 31-35 aralığından deyin suallarınız gəlsin. O aralıqda yoxsa müəllim məndə 41 var. Müəllim bir dənə 35-in özü var müəllim. 35. O dəfələrlə izah eləmisiniz müəllim. Yenə də mənim səhv salam yadımdan çıxır yəni. 35-ci sualda. Deyir ki, 5 uşaq 2025-ci qəbul sualdır. Və 6 valideyn aşağıdakı qaydalara uyğun olaraq şəkildəki kimi dairə masa arxasında oturublar. Birinci cümlə deyir ki, hər valideynin bir tərəfində uşaq, o bir tərəfində valideyn oturmalıdır. Və hər uşaq yalnız öz valideynin yanında oturmalıdır. Bax, bu nə deməkdir? Harada valideyn gördün, bax, hər valideynin. Bir tərəfində mütləq uşaq olmalıdır, bir tərəfində valideyn olmalıdır. Və yaxud da valideynin birinci uşaq, sonra valideyn olmalıdır yanında. Yəni, bax, valideynlərin ola biləcək düzülüş formaları, bax, bunlardır. Yəni, sən gəlib heç vaxt 2 dənə uşağın arasında valideynlə işlə bilməzsən. Uşaq özü 2 valideyn arasında ola bilər, ha. Bunun bir problemi yoxdur. Amma valideyn 2 dənə uşağın arasında ola bilməz.
və hər uşaq yalnız öz valideynin yanında oturmalıdır. Bu nə deməkdir? Məsələn, bax, suala diqqət elə, hər uşaq öz valideynin yanında oturmalıdır. Bax, bu uşağın yanındakı valideyn özünündür. Sən bax, bu uşağın yanında görsən, yuxarısı da valideyndir, aşağısı da valideyndir. Deməli, biri atasıdır, biri anasıdır. Yəni, bəzi uşaqlar 2 dənə valideynindən gəlir, bəziləri 1 dənə valideyni ilə. Məsələn, bax, bu valideyn bu uşağındır. Bu uşağın valideyni bax budur. Bu uşağın da valideyni budur. Və həqiqətən də baxsan, bütün, məsələn, bax, bu valideynə bax, bir tərəfində uşaqdır, bir tərəfində valideyn. Bu valideynə bax, bir tərəf uşaqdır, bir tərəf valideyn. Bu valideynə bax, bir tərəf uşaqdır, bir tərəf valideyn. Buna kimi suallar var? Yox. İndi bizə deyir ki, sualın şərtində verilmiş qaydaları pozmadan bu masa arxasında əlavə olaraq aşağıdakılardan hansılarının oturması mümkündür? Sən burada yalnız birincini o əyləşdirə bilirdin. Ana və atası ilə uşağı. Bu da niyə görə? Ana və atası ilə uşaq nə deməkdir? Yəni 2 dənə valideyndən götür söhbət, bir dənə uşaqdan. 2 dənə valideyn, bir dənə uşağı. Mən masaya necə əyləşdirə bilərəm? Bayra bir ki, masada artıq əyləşiblər. Mən gəlirəm 2 dənə valideynin arasına, ixtiyari 2 dənə valideynin arasına. Məsələn, bax burada. Valideyn, uşaq, valideyn sırasına bunları əyləşdirirəm. Valideyndən sonra valideyn, sonra uşaq, sonra valideyn. Heç bir ziddiyyət yaranmır ki. Belə bax, bu sıranı yazıram. Bax, birinci uşaq gəldi. Yanında valideyn var. Yana bir dənə valideyn qoydum. Araya bir dənə uşaq qoydum. Bura bir dənə valideyn qoydum. Bura bir dənə valideyn qoydum. Burada uşaq var. Bax, heç bir şərtini pozmur. Bütün Müəllim, valideynlərin bir tərəf uşaqdır, bir tərəf valideyn. Bəli. bəs burada say pozulmur onda? 5 uşaq, 6 valideyn sayı. Yəni özümüzdən Pozulsun. əlavə eləyəndə. Pozulsun da bizə demək ki, sayılar dəyişməməlidir. Onsuz da burada əvvəldən də Mən elə sayılar bildim bərabər sayı deyildi nəzərə də. almalıyıq. Necə? Mən elə bildim sayı nəzərə almalıyıq. Ona görə. Yox. Onsuz da əvvəldən bərabər deyil axı. Valideynlərin sayı uşaqlardan bir dənə çox idi əvvəldə. Çünki bir dənə uşağın 2 dənə valideyni gəlmişdi axı. Ona görə. Hə, bildim mən. Onun problemi yoxdur. Bizə bir dənə bu qayda lazımdır ki, valideynin bir tərəfinə uşaq qoymalı, bir tərəfinə valideyn qoymalıyıq. Biz əsas bunu gözləməliyik. Sən bax belə eləşdirsən, bu valideynin bir tərəfinə uşaqdır, bir tərəfinə valideyndir. Bu valideynin bir tərəfinə uşaqdır, bir tərəfinə valideyndir. Həmçinin bax bu valideynin bir tərəfi uşaqdır, bir tərəfi valideyndir. Heç bir problem yaratmır. Deməli, bunu yerləşdirə bilirəm. Burada suallar var. Bəs ikinci şərt də bizə nə deyirdi? 2 uşağı ilə anası. Mən 2 uşağı ilə anasını əyləşdirə bilmərəm. Bax, burada görsən çıx qoymuşam. Çünki mən uşağın ikisi də eyni bir valideynə aiddirsə, uşağın birinin soluna, birinin sağına yazmalıyam ki, ayrı düşməsin də uşaqlar. Belə də yazdığım halda ki, valideyn 2 tərəfli uşaq olaraq bazı ziddiyyət yaradır. Ona görə 2 uşağın anasını heç vaxt əyləşdirə bilmərəm. Bir ana ilə bir uşağı bunu da əyləşdirə bilmirəm. Çünki bax diqqət elə. Bir uşaq bir dənə də ana nə deməkdir? Bir valideyn bir uşaq deməkdir. Mən burada bir valideyn bir uşaq heç vaxt araya yerləşdirə bilmirəm. Çünki gəlib desəm ki, 2 dənə valideyn arasına yazım. Bu səbəb bu valideynin solda uşaq olur, sağda uşaq olur, ziddiyyət yaradır. Və yaxud desən ki, gəlim yerini dəyişəm. 2 valideyn arasında birində uşaq, sonra valideyni qoyum. Bu səbəb də bu valideyn qalır 2 dənə uşağın arasında. Və yaxud desəm ki, valideyn uşağı gətirim 2 dənə uşağın arasına qoyum. Yenə valideyn 2 dənə uşağın arasına düşür. Yəni hara qoymaq istəsən, bir valideyn gəlir 2 dənə uşağın arasına düşür. Yəni ziddiyyət yaradır. Ona görə üçüncü şərtdə ödəmir. Ancaq biz 2 valideyndən uşağı əyləşdirə bilərdik, başqa heç cürə. Cavab olur yalnız Müəllim, 1. burada uşaqla ana ilə uşağı bir yerdə valideynlərin arasına qoyanda üçüncü şərtdə deyir ki, hər bir valideynin yanına onun uşağı bir də əlavə valideyn olur. O şərt Bəli. ödəyir axı. Hara qoysan? O iki valideynin arasına uşaq və ananı qoyanda o valideyn digər tərəfində uşaq, digər tərəfində də digər valideyn olacaq. O şərt ödəyir Bura axı. qoysan? Bura Bəli, oraya qoysan? qoyanda.
Bura qoysam, bu bir valideyn ödəmir. Bax, buna diqqət elə. Ki, bu valideynin solda uşaq olmuş olur, sağda uşaq Aa, olmuş olur. bəli, bəli, ona fikir vermirdim. Düzdür. Burada başqa sualın varmı? Aydındır müəllim. Davam eləyək. Davam eləyək. Onsuz da çox güman çaxıra kimi çatdıra bilməyəcəyik. Eybi yoxdur. Onsuz da gələn dəfə tapşırığımız az olacaq. Fiqurların harca bir 60 dənə sual var. Yerdə qalana gələn dərsdən paralel baxarıq. İndi bu gün harca bir 20 dəqiqədə baxaq. Çatdıra bildiyimiz yerə qədər gələk. Qıçdan sonra din sualları gəlsin. 41-ə baxa bilərik. 1. Bəli, bəli. Bir stokudur bildiyimiz. Bir ABCD'ye 5 mərhələli bir oyunda iştirak ediblər. Onların topladığı ballar haqqında aşağıdakılar məlumdur. A, məsələn, deyir ki, hər bir iştirakçı ayrı-ayrı mərhələdə fərqli ballar almışlar. Məsələn, tutalım A, burada 1, burada 5 alıbsa, digər mərhələlərdə 2, 3, 4 alıb. Bir də deyir ki, bir mərhələdə 2 iştirakçı eyni bal almamışdır. Və ballar 1-dən 5-ə qədərdir. Yəni, bildiyin sudokudur. Sən sətirdə sütunda eyni rəqəmləri yaza bilmərsən, kəsişə bilməz. Hamısı fərqli-fərqli olmalıdır. Şalbat D'yə bax. 4, 2, 5 alır. 1 və 3 satmır, düzdür? Aha. 3-ü 5-in yanına yaza bilərik. Yalnız biri də 4-ün yanına. Ay, sağ ol. Aşağı bax bir dənə bura. Ən aşağı sətirdə 5 ara yaza bilərəm. 3-ün aşağısına. Bəli. Bura 5 olmaz. Bura 5 olmaz. Bura 5 olmaz. Sütunda var. 5 yazaram ancaq bura. Bura bir dənə 2 çatmır. 5-ci sətirdə 1, 2, 5 var. 3 ilə 4 çatmır. Yuxarı 4 yaza bilmərəm. Ora 3 yazmalıyıq. Aşağıya Evet. 4. B sətrində 3, 4, 5 var. Nə çatmır? 1-dən 2. Ay, sağ ol. 1 hara yazacağam? Bir 3-ün yanına yazırıq. 2-ni də 5-in yanına. Bəli. Yeni də gəl tamamlayaq ən aşağına. 1 ilə 2 çatmır. Bura 1 olmaz. Hı -hı. 1, 4, 5 var, 2, 3 çatmır. C-ni yenə 2 yaza bilmirəm. Sətirdə var. 2-ni yuxarı yazıram, 3-ü bura yazıram. 1, 2, 3 var, 4, 5 çatmır. 2, bura 5 yaza bilmərəm. Sətirdə var. Bura 4 yazıram, bura 5 yazıram. Nəhayət bura bir dənə 4 çatmır, bura bir dənə 3 çatmır. Bitdi, getdi. Çətinlik var. Mən prosta bilmədim bu slokunu. Hə, bu şərtlərə görə onun Stokholm nəzərdə çarpar. Şərtlərdə deyir ki, hər bir mərhələdə ayrı-ayrı olmalı. Ben de bu sualı yazmamıştım. İlk başta ne bildim ki 4. satırın tamamlanmasıdır. Yo, 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 yo. Bir də Stokholm isə deyir ki, hər mərhələdə fərqli-fərqli rəqəmlər olmalıdır. Yəni, elə rəqəm yazmalısan ki, sətr üstündə təkrarlanmasın. Şəp. Keçdik. 5. Deyir ki, məktəbdə riyaziyyat, fizika, kimya, tarix və coğrafiya müəllimi işləyən Araz, Babək, Ceyhun, Dilarə və Elnarə haqqında aşağıdakılar məlumdur. Bu məsələ nədən ibarətdir? Açıq əslində burada cavab çox tez çıxırdı, çaxra kimi oxumayanda. Məsələn, burada birinci şəxsləri qeyd eləyək. Araz, Babək, Ceyhun, Dilarə, Elnarə. Nə yazıram? Riyaziyyat, fizika, kimya, tarix, bir də coğrafiya.
Deyir müəllimlərdən yaşca ən böyük olan kişidir, ən kiçik olan isə qadındır. Bunu bildik. Humanitar fənlərdən birini kişi, digərini qadın tədris eləyir. Humanitar fənlər hansıdır bunların içində? Coğrafya, tarix. Bəli. Humanitar fənlər tarixlə coğrafiyadır. Bunun birini kişi, birini qadın tədris eləyir. Ən yaşlı müəllim coğrafiyadan dərs keçir. Yəni deməli bu kişiymiş. Ən böyük olan kişidir axı. Deməli qadınlar coğrafiyadan dərs keçmir. Dilarə və Elnarə coğrafiyadan dərs keçmir. Araz fizika və tarix müəllimlərindən yaşca kiçik, Dilarədən isə böyükdür. Deməli Araz fizika və tarix müəllimi deyil. Dilarə də fizika tarix müəllimi deyil də. Dilarə də fizika tarix müəllimi deyil. Cavab çıxdı, heç sonrasını doldurmuram. Bizə deyir aşağıdakılardan hansı mütləq səhvdir? Deyək ki, Dilarə tarix müəllimidir. Dilarə tarix müəllimi deyil, açıq qoymuşam gedib də. Heç bunun axıra kimi oxumaq ehtiyac yox idi. Bu cümlədən cavab çıxır avtomatik. Ola bilsin bəlkə burada humanitar fənlərə görə qarışdırmısınız. Siz nəysə. Yoxsa belə heç axıra kimi oxumadan cavab çıxırdı buradan. Heç lap hər şey qoydum bir qırağa. O coğrafiyaçı qoymaq da qoydum qırağa. Burada Araz fizika və tarix müəllimlərindən yaşca kiçik idi, Dilarədən isə böyükdür. Deməli Dilarə tarix müəllimi deyil də, cavab avtomatik olur Y variantıdır. Problem var burada. Müəllim Elnarəni niyə tarix müəllimi kimi götürmürük? Elnarə ola bilər, Elnarə bilmirəm. Elnarə Gölözü tarix müəllimi o üçün. Mütləq səhv deyir bizə. Doğru demir. Yəni başa düşdüm mənim, çox sağ ol. Elnarə tarix müəllimi təbii ki ola bilər, problem yoxdur. Burada Dilarə tarix müəllimidir. Sonra 47-yə bir dənə baxa bilərik mənim zəhmət olmasın. sən 47. Getdə baxaq. Nərmin, Rəna, Nilüfər və Aysel müxtəlif çalgı alətlərində ifa edə bilirlər. Pianoda, kamançada, skripka və arfada. Lakin hər biri ancaq bir alətdə ifa edə bilir. Eyni zamanda onların hər biri bir dənə xarici dildir. Bax, söhbət gedir Nərmindən, Rənadan, Nilüfərdən, bir də Ayseldən. Bizə lazım bunların musiqi alətləri, çalgı alətləri hansını ifa edə bilirlər. Bir də bildikləri dil. Skripkada ifa edə bilən qız İspan dilini bilir. Bunu bilir. Rəna arfada və pianoda ifa edə bilmir. Və ingilis dilini bilmir. Rəna arfada və pianoda ifa edə bilmir. Və ingilis dilini bilmir. Nərmin də arfa və pianoda ifa edə bilmir və ingilis dilini bilmir. Nərmin də eyni qaydada arfada və pianoda ifa edə bilmir və ingilis dilini bilmir. Nilüfər fransız dilini bilir. Lakin arfada ifa edə bilmir. Arfada Nərmin ifa edə bilmir. Rəna ifa edə bilmir, Nilüfər ifa edə bilmir. Deməli arfa qalır Asilə. Avtomatik olaraq hansı xarici dil? Gəl bunu tapaq. İngilis dili bilən Nərmin deyil. İngilis dili bilən Rəna deyil. Nilüfər də fransız dilini bilirsə, ingilis dildən qalır Asilədən. Bizdən Asilə soruşur. Asilə arfada ifa edir və ingilis dilini bilir. Cavab olur A variantı. Çox sağ Problem ol. var. Xeyr, mənim, çox sağ ol. Evet, buyur. Keçdik. Burada Sprikkanın 50 İspanın əhəmiyyəti var Necə? idi ki, Nə? burada Sprikkanın İspan dilinin eyni dil olmasının əhəmiyyəti var idi. Bu cavabı çıxartmaqda bir problem, əhəmiyyət olmadı. Hə.
54'e baxa bilərik imkan var. 54. 54'e kim var? Baxa bilərəm. 51. 51. Belə eləyək. 51'e baxa birinci. 51'e baxaq. 51-ci sual. Deyir ki, gül sərgisində 4 dənə bağban var. A, S, R və E. Onlar öz aralarında gül və güllərin toxum nümunələrini bir-birinə verdilər. Nəticədə onların hər birinə həmkarlarından birinin gülləri, digərinin isə toxumları düşür. Və burada mahiyyət nədən ibarətdir? Bu sual biraz qarışıq sualdır. Bunu ilk dəfə keçəndə bir çox problem yaşayır. Burada bu mahiyyət nədən ibarətdir? 2008 və 2020 qəbul sualıdır bu sual. Gül sərgisində 4 dənə bağban görüşür. A, S, R. Onlar öz aralarında gül və gülün toxum nümunələrini bir-birinə verirlər. Amma hər biri fərqli-fərqli. Məsələn, Tom bax, A-nın da gülü var, R-in də gülü var. Həmçinin bax, S-in də gülü var, gülün toxumu. Elə bir şey, deyim də 4 dənə bağbandır. Bir-birindən görüşə gəlirlər və görüşə gələndə hər birinin əlində 2 dənə nümunə olur. Bir dənə gül, bir dənə gülün toxum nümunəsi. Sən A aparır öz gülünü S-ə verir, gülün toxum nümunəsini R-ə verir. S əlindəkidən, yəni öz güllərindən birini R-ə verir, məsələn, gülün toxumu verir R-ə. Yəni hər biri fərqli-fərqli şəxslərə gül və gülün toxum nümunələrə pay verirlər. Yəni bir növ yenə bir növ stoku kimi düşün. Məsələn, A gəlib öz gülün, öz toxumunu özünə verə bilməz. S gəlib öz gülün, öz toxumunu özünə verə bilməz. Fərqli-fərqli şəxslərə verməlidirlər. Burası aydındır. Bəli. Bəli. Müəllim, bircə dəqiqə mənə bağışlayın, üzrlü hesab edeyim, mən Buyurun. dərsdən Buyurun. çıxmalıyam. Amma mütləq rekorduna baxacağam. Yaxşı oldu, narahat olma. Sağ olun, gecəniz xeyir. Xeyrə bir. Davam edirəm. A'ya düşən toxumlar öz güllərini erə verən bağbanındır. A'ya kimin toxumları düşübsə, həmin adam öz güllərini erə verib. Bu deməli ya S-dir, ya N-dir ki, aparıb gülün toxumunu verib A'ya, gülün özünə verib erə. Yəni A-nın R özü ola bilməz də bu iki dənə eyni şəxs. Ya S-dir, ya da N-dir. Davamını oxuyuram. Bu zaman Erin toxumları o bağbana düşüb ki, həm də A-nın güllərini götürüb. Bu hansı bağbandırsa, pay olaraq A-dan gül götürüb, Erdən də toxum götürüb. Eyni anda götürüb bu ikisi. Yəni, təbii ki, bu yenə A-nın R özü ola bilməz. Ya S-dir, ya da N-dir ki, bu payları götürüb. Sonra da bizə deyir ki, N-ə S-in gülləri düşüb. N-ə S-in gülləri düşübsə. Bax, indi mən A-nın gülü ilə R-in toxumun ikisini eyni anda hansı bağbana verə bilərəm? Boşda kim qaldı bir dənə? Heç. Ayso. Çünki A-ya gəlib yaza bilmərəm. A öz gülünü götürə bilməz. İkisini eyni anda R-ə yaza bilmərəm. R öz toxumunu götürə bilməz. N-ə yaza bilmirəm. N artıq doldu qabağı. A-nın gülü ilə R-in toxumunu ancaq S-ə yaza bilərəm. Deməli, A-nın güllərin R-in toxumları S götürüb. Burada problem var. Yoxdur müəllim. Gəl axıra kimi doldur. Axıra kimi doldurmaq olur. Bax, A-la S-i tapırsan güllərin içindən. R-lə N qalır. R öz gülünü götürə bilməz. Ona görə R yazıram bura, N yazıram bura. Bayaq dedik bu iki nöqtə eyni şəxsdir. Bura N-dirsə, bura da N-dir. Toxumların içindən N-lə R yazmısan, A-la S qalır. S-lər alt-alta düşənməz. Ona görə S qalır bura, A da qalır bura. Hamısını tapdı. Problem var. Mən bir şey soruşa bilərəm. Buyur. Onda belə çıxır ki, məsələn, A nə gülünü, nə də toxumunu eyni adama eyni anda verə bilməz də, düzdür? Xeyr. Fərqli-fərqli adamlar verməm. Tamam. Birdən sonra 55 var. 55 görürəm. 55-dir. 51-dən sonra 55. Elli beş idi o. Hə.
2-3 dənə də suala baxıb saxlayacağam. 55-ə baxaq. Əlli beşinci sualda deyir ki, A, B, C, D şagirdlərinin hər biri el, M, N, el fənlərindən biri üzrə imtahana hazırlaşırlar. Şagirdlərdən ikisi 9-cu, biri 10-cu, digəri isə 11-ci sinifdə oxuyur. Lakin qeyd eləməyə çalışaq. 4 dənə şagird var, 4 dənə fən var, bir də onların oxuduğu siniflər var, düzdürmü? Gəl bunu başda həll eləməyə. Verilənlərdən hansını kənardan qeyd eləyək? Gəl məsələn bunların siniflərini kənardan qeyd eləyək, sonra üçün doldurarıq. 2 nəfər 9-da oxuyur. Belə eləyək də. 9-a 2 dənə olduğuna görə 9-ları kənardan qeyd edelim. Məsələn, fənlər yazaq gəl ona görə. Çünki 2 dənə 9 eyni olaraq kəsişməsin. L, M, N, R. Kənardan yazıram sinif. Bir də şagird. Eyni fənn üzrə imtahana hazırlaşan 9-cu sinifdə oxumur. N üzrə imtahan verən 9-cu sinifdə oxumur. Bunu bildik. 10-cu sinifdə oxuyan nə M, nə də N fənn üzrə imtahana hazırlaşmır. Bunu da bildik. D, el fənn üzrə imtahana hazırlaşmır. Bunu da bildik. 9-cu sinifdə oxuyanlar el fənn üzrə imtahana hazırlaşmırlar. Və sonda A və C 9-cu sinifdə oxumurlar. İndi gəl başlayaq sualı həll etməyə. Cümlələr hazırdır. Mahiyyət nədən ibarətdir? A ilə C 9-cu sinifdə oxumursa, deməli 9-cu sinifdə oxuyanlar B ilə D-dir. Sonra nəyə baxıram? Bax, bizə nə demişdi? Eyni fənn üzrə imtahana hazırlaşan 9-cu sinifdə oxumur. İndi burada nə deməkdir bu? Deməli, eyni fənn üzrə imtahan verən B ola bilməz, D ola bilməz. Üstünə xətt çəkdim, getdi. 10-cu sinifdə oxuyan nə M, nə də N fənn üzrə imtahana hazırlaşmır. Deməli, N və M üzrə imtahan verən 10-cu sinifdə oxumur. Yaxşı. N imtahanın verən 9-da oxumur, 10-da oxumursa, deməli 11-də oxuyur. 10-cu sinifdə oxuyan M üzrə imtahan vermirsə, deməli M üzrə imtahan verən 9-cu sinifdə oxuyur. Bura kimi problem var? D el fənn üzrə imtahana hazırlaşmır. D el üzrə imtahana hazırlaşmır. Üstünə xətt çəkirəm, getdi. Və burada yazıram. Və 9-cu sinifdə oxuyanlar da el fənn üzrə imtahan vermirsə, deməli 9-cu sinifdə oxuyan bir dənə qalır elə. Və çünki 2 dənə 9 var idi axı. Biri M-dirsə, biri olur el. Avtomatik olaraq 10-cu sinifdə qalır elə. Bütün sinifləri təyin elədim. Bura kimi problem var? Evet. Şu. İndi gəl boşluqları tamamlayaq. Bizə nə qaldı burada bir dənə? Şagirdlərin sırasını tapmaq. Şagirdlərin sırasını necə tapa bilərsən? Bax, bütün sinifləri tapırsan. Şagirdlər haqqında bizə verdiyi məlumat nədən ibarət idi? Biz bilirdik ki, A ilə C 9-da oxumursa, deməli A ilə C-dən biri N-dədir, biri R-də oxuyur. A ilə C-dən. D özü el fənni üzrə imtahan vermirsə, deməli D qalır M-ə. Çünki N-ə və R-ə A ilə C yazacam axı. Ona görə avtomatik olaraq D qalır bura. A, C, D getdi, B də qalır bura. Bir dənə buradan ki A ilə C-ni hansına yazacağımı təyin edə bilmirəm. Qalan hamısı müəyyənləşdi. Deyir aşağıdakılardan hansılar mütləq doğrudur? A 11-ci sinifdə oxuyur. A 11 də ola bilər, 10 da ola bilər, deyə bilmirəm. 10-cu sinifdə oxuyan el fənn üzrə imtahana hazırlaşır. Həqiqətən 10-cu sinifdə oxuyan el fənn üzrə imtahana hazırlaşır, düzdür. El fənn üzrə imtahana hazırlaşan, N fənn üzrə imtahana hazırlaşandan yuxarı sinifdə oxuyur. El fənn üzrə imtahana hazırlaşan, N fənn üzrə imtahana hazırlaşandan yuxarı sinifdə oxumur, aşağı sinifdə oxuyur. Atdım getdi.
D özü M fənni üzrə imtahana hazırlaşır. Bəli, düzdür. Cavab olur nə? 2 ilə 4. C A-dan yuxarı sinifdə oxuyur. C ilə A-nın yerini təyin edə bilməmişəm. Cavab olur 2 və 4. Bitdi, getdi. Əlli beşdən sonra neçə var idi? Müəllim, bir sual verim də. Buyur. Bu bəzi suallarda da cədvəl vuranda, cədvəl quranda qarışdırır hansını hara yazım. Məsələn, biz burada şagirdlərlə davam eləyib, yəni cədvələ şagirdlərlə qursaydıq. Sonra fənləri qeyd etsəydik, belə cədvəl fərqli qursaydı, yenə həll eləmək olardı. Bəli, bəli, fərqi yoxdur. Birində şagirdlər deyəsə yenə cavab çıxırdı. Yəni birində şagirdlərin adını yazsan, sonra fənlərlə sinifləri qeyd eləmək istəsən kənardan, yenə cavab çıxırdı, Hə. fərqi yox idi. Problem yoxdur. Bildim. 56. 56, 59-a baxaq. 60-a kimi gəlmiş olur. 60 yanaraq. 56-ya baxaq. Deyir, saat muzeyinə müxtəlif illərdə gətirilmiş müxtəlif saatlar haqqında aşağıdakılar məlumdur. Və onların hər biri də müxtəlif zallarda yerləşdirir. Bax, bir burada illər var, bir saat adları var, bir də zallar verilib. Gəl indi buradan birinci illəri qeyd edelim. Ümumiyyətlə nə zaman, məsələn, burada illəri qeyd etmə əlverişlidir. Niyə görə? Çünki mənə deyəndə ki, filan saatdan əvvəl gətirilib, filan saatdan sonra gətirilib, illər gözümün qabağında olsun. Və hamısı 1900-cu ildə olduğuna görə gələ son rəqəmləri yazaq. 48, 50, 54, 65, 66, 77, 83, 85. Bilirdim. Hərəsində müxtəlif kum saatlar var. İndi bizə nə deyir? 2 və 3 nömrəli zalların hər birində bu saatlardan 3-ü yerləşdirilib. 2 və 3 nömrəli zalların hər birində bu saatlardan 3-ü yerləşdirilibsə, sənin ümumilikdə 8 dənə saatın var. Deməli, 2 nömrəli zaldan da 3 dənədir. 3 nömrəli zaldan da 3 dənədir. 1 nömrəli zala qalır 2 dənəsi. Bunu qeyd edelim. Saatlardan. Kamerton saat onun muzeyə daxil olduğu ili göstərən ədədin son rəqəmi ilə nömrələnən zalda yerləşdirilib. Zalın nömrələri 1, 2, 3 ilə başlayır. Deməli, mən burada 1, 2 və yaxud da 3 ilə bitən bir il axtaracam. Baxıram ki, sonu 1, 2 və yaxud da 3 ilə bitən il 1983-cü il var. Deməli, Kamerton saat 1983-cü ildə gətirilib. Bura qeyd edirəm. Kamerton. Zal da olacaq 3. Bura saatlar yazaq. Bura zalları. Bunu qeyd elədim. 83 getdi, Kamerton getdi. Sonraki cümlə. Daxil olma ili bu 8 saatın daxil olma ilini göstərən ədədlərin ədədi ortasına bərabər olan elektron saat 3 nömrəli zalda yerləşdirilib. Bunların hamısını toplayıb bunların ədədi ortasını tapsaydım, bu 8 dənə saatı 1966 il idi. Neçə? 1966 idi, hə, bəli. Bəli. Deməli, 1966 elektron saat gətirilib. 3 nömrəli zalda yerləşdirilib. Bunu da qeyd edelim. 66 da getdi, elektron da getdi. Kuvar saatdan 12 il əvvəl muzeyə gətirilən sulu saat nömrəsi ən kiçik olan zalda yerləşdirilib. İllərə baxıram, arada 12 il fərq olan 65 ilə 77 qalıb bir dənə. Sulu saat daha öncə gətirilibsə, 1965 yazıram sulu saat. 1977 yazıram kvars saatı. Və sulu saat nömrəsi ən kiçik olan zalda yerləşdirilibsə, sulu saat deməli 1 nömrəli zalda yerləşdirilib. 65 də getdi, 77 də getdi. Bura kimi suallan var? Nəhayət, növbəti cümlə. 2 nömrəli zalda yerləşdirilən saatlardan yalnız birinin muzeyə daxil olma ilini göstərən ədəd cüt ədəddir. Bu 1950-ci ildə muzeyə gətirilən atəşli saatdır.
1950-də muzeyə atəşli sağ gətirilib və o 2 nömrəli zalda yerləşir. Bunu da qeyd elədik. Və diqqət elə, 2 nömrəli 3 dənə zalım var. Ancaq biri cüt ədəd olmalı, digər ikisi tək ədədli olmalıdır. Bunu da yadda saxladım. Deməli, digər ikisi tək ədədli olmalıdırsa, yerdə qalan tək ədədli illər 1977, bir də 1985-dir. Deməli, bu illərin zal nömrələri 2-yə bərabərdir. Bir dənə gözlüyüm müzakirə taxım. Əla, davam edirəm. Yəni dediyim kimi, 2 nömrəli zalların ancaq biri cüt olmalıdır. O cütü 50 yazmışamsa, digər ikisi tək olmalıdır. Yerdə qalan tək ədədlər 1977 və bir də 85-dir. Və son olaraq, 3 nömrəlidəki zaldakı saatlardan biri muzeyə ilk daxil olan günəşli saatdır. Deməli, muzeyə ilk daxil olan günəşli saatdır. Bura yazıram günəş. Və zal nömrəsi 3-dür. 3 dənə 3 nömrəli zalı tapdıq. 3 dənə 2 nömrəli zalı tapdıq. Bir dənə 1 nömrəli zal da qalır bura. Amma burada 54-də və 85-dəki saatların adını təyin edə bilmirəm. Buna əsasən deyir, aşağıdakılardan hansılar mütləq doğrudur? Üçüncü doğru idi. Kvars saatı həqiqətən 1977-də gətirilib. Bir də 5-ə baxın. 1985-ci ildə muzeyə gətirilən saat 2 nömrəli zalda yerləşib. Düzdür. Cavab olur 3 ilə 5, Y variantı. Problem var? Müəllim, bir sual soruşa bilərəm? Buyur, buyur. Bu hər şeyi başa düşdüm. Bu ilk böldüyünüz var idi. 2 nömrəliyə Hə? 3, 3 nömrəliyə 3. Onu nəyə əsasən bölmüşdünüz ilkin şərtdə? Özü vermişdi bizə. Onu öz vermişdi. Deyək, bura bax. 2 və 3 nömrəli zalların hər birində bu saatlardan 3-ü yerləşib. 2 və 3 nömrəli zalın hər birinin 3-ü yerləşibsə, 8 dənə saat daxil, 1 nömrədə qalır 2 Aha. dənəsi. Aha, anladım. Çox sağ olun. 59-a da baxaq. Son olaraq. Deyir K, L, M, N, P rayonlar haqqında aşağıdakılar məlumdur. K-nın avtomobil kodu L-dən böyük, əhalisinin sayı isə N-dən çoxdur. Bax, söhbət nədən gedir? Avtomobil kodundan bir də əhalisinin saylarından. Bura yazıram kod, bura yazıram əhali. K-nın avtomobil kodu L-dən böyükdür, əhalisinin sayı isə N-dən çoxdur. Yazıram. K-nın kod olaraq kod hissəsini yazıram. K böyükdür L-dən. Əhalisinin sayısı N-dən çoxdur. K böyükdür N-dən. N-in əhalisinin sayı M-dən çoxdur. N-in əhalisinin sayı M-dən çoxdur. Avtomobilin kodu isə L-dən kiçikdir. Avtomobil kodu N-dən kiçikdir. L-dən kiçikdir. M-in avtomobil kodu K-dan, əhalinin sayı isə P-dən azdır. M-in avtomobil kodu K-dan azdır, kənardan yazıram. M-in avtomobil kodu K-dan azdır. Əhalisinin sayı isə P-dən azdır. Əhalisinin sayı isə P-dən azdır. Qeyd elədim. Və K-nın əhalisinin sayı P-dən və L-dən çoxdur. K-nın əhalisinin sayı P-dən də çoxdur, L-dən də. Bax, sadə böyükdür, kiçikdir əməllərində işarələr qeyd elədim. Dedik ki, bu məlumatlara görə aşağıdakılardan hansılar mütləq doğrudur? N-in əhalisinin sayı P-dən çoxdur. Mən əhali sayı olaraq bilirəm ki, K N-dən çoxdur, həm də K P-dən çoxdur. Amma P ilə N arasındakı əlaqəni bilmirəm, axı bir addım getdi. M-in avtomobil kodu ən kiçikdir. Ən kiçik deyə bilmərəm axı. M bir dənə K-dan kiçik demişdi mənə. O bir hərflərlə olan münasibətini bilmirəm. Addım getdi. Əhalisinin sayı ən az olan rayonu tapmaq olmaz. Əhalisinin sayı ən az, bəli, tapmaq olmaz. Çünki mən bir dənə bilirəm ki, ən çox K-dadır. Çünki K hamıdan çoxdur. Amma digərlərinin içindən M azdır, P azdır, yoxsa L az təyin edə bilmirəm. Deməli, bu doğruda təyin eləmək olmur. M-in əhalisinin sayı L-dən azdır. M-lə L arasındakı əlaqəni bilmirəm. Əhalisinin sayı ən çox olan rayon K-dır. Bu mütləq doğrudur. Çünki
K n-dən də çoxdur, m-dən də çoxdur, p-dən də çoxdur, l-dən də çoxdur. 4-dən də çoxdur, deməli həqiqətən ən çox da k-dır. 6-cı. Avtomobil kodu ən böyük olan rayonu tapmaq olar. Bax, bu mümkün deyil. Niyə görə? Çünki mən bilirəm k l-dən çoxdur. K n-dən çoxdur, k m-dən çoxdur. Amma k ilə p arasındakı əlaqəni bilmirəm kodların içində. Ona görə təyin edə bilmirəm. Cavab olur 3 ilə 5. C variant. Problem var burada. Burada müəllim biz n-in m-dən, əhalinin sayı n-in m-dən çox olduğunu bilirik, amma p də m-dən böyükdür. Biz buradan deyə bilmirik n-inki m-dən böyükdür. M-dən böyükdür, p-dən p-dən çoxdur. daha az. Yox, niyə ki? N də m-dən çoxdur, p də m-dən çoxdur. İndi hardan biləsən n çoxdur, yoxsa p çoxdur? Aha, düzdür, bəli. Mən onu qarışdırmışdım. Belə. 60-a kimi gəldi. 60-a kimi gəldi. Burada saxlayıram. 20-cə dənə sualımız qaldı. Yaxşı gəldi yenə 60-a kimi. Gələn səfərdə bu verdiyim maraqlardan olsa belə deyim, 10 dənə seçmə sualımız qalmışdı. Gələn səfər inşallah onu tamamlayarıq. Bu fiqurada da bu mətn ümumiyyətlə bilirəm yorur, çox yorur. Testdə işləyəndə də yorur. Məsələn, səhvlərə baxanda da adam birinci bir yerdən sonra dirənir. Çünki çox belə deyim, məsələn, ardıcıllıqlarda sən ardıcıllıqlarda 100 dənə testin səhvinə baxarsan, məsələn, baxanda deyirsən ki, 2 vur 3 gəlir, 2 vur 3 gəlir, bitdi, getdi, bir dənə sual çıxdı aradan. Burada bir dənə sual ən az 5-6 dəqiqə vaxt aldığına görə özü də belə deyim də beyni konkret olaraq zəbt edir də. Ona görə adamı yormağı normaldır. Yəni vaxt almağı normaldır. Amma bizim tək yolumuz nədir? Üstünə dirəşməkdir. Yəni biz bunun üstünə sona qədər dirəşib öyrənməliyik. Çünki mətnin təhlil məntiqin ən önəmli mövzusudur. Və burada əsas məsələ bir də vaxtla işləməyi öyrənməkdir. Yəni düzdür, testdə işləyəndə hələ ki öyrənmə mərhələsidir. Çox vaxt sərf eləmək olar, problem yoxdur. Amma biz o zamanla təkrara başlayanda, yəni məsələn biz daimi olaraq mətnləri işləyəcəyik onsuz da. Çünki zamanla bunu sürətləndirmək lazımdır ki, sonra imtahanda bizə problem yaratmasın. Çünki dediyim kimi sən ola bilər məsələn deyirəm, qeyri-aşkar operator heç cür beyninə girməz. Məsələn, bir dənə sual var oradan. Və yaxud nə bilim, ola bilər ki, ardıcıllar bölməsi heç cür sən qavraya bilmərsən, bir dənə sualın var orada. Amma məsələn, bu bölmənin həftəsi mən bilmirəm deyib kənara atsan, ən az sən 5-6 balın gedir. Və bu arada bunu necə deyim, başa düşmək söhbəti yoxdur. Sadəcə beyni yormaq söhbəti var. Çünki sən beyni yorub tam dərinliklərinə getsən, onsuz da cavabı çıxarda bilirsən. Əsas odur ki, o beyni yormaq bacarasan gərək. Onu bacarandan sonra rahatlığını mənimsəyə bilərsən, problem yoxdur. Mən bir şey soruşa bilərəm. Buyur. İmtahanda nə qədər vaxt ayırmalıyıq bu tip suallara, məntiq təhlil, mətn məntiqlərinə? İmin mətnə ayıra biləcəyin vaxt deyə bilmərəm sən, amma belə deyim ki, məntiqin özün 1 saat 50 dəqiqə, 1 saat 55 dəqiqə bitirməlisən. Yəni məsələn, mətnin təhlili tək sual, belə deyim də, mətnin təhlili maksimum 5 dəqiqə bitməlidir, maksimum. İndi ola bilər situasiya sual düşər. İndi situasiya tipli sual bilsən nə deməkdir? Məsələn, burada bax, burada elə suallar olmalıdır. Məsələn, bax, 78-ci sual, 79-cu sual. İmtahanda bu belə olmur da. İmtahana girənlər bilir. Bir dənə məsələn mətn verir. Ona aid 3 dənə sual verir. Yəni hər tapdığın sənə 1 bal verir. Ola bilər ki, sən bir dənə mətni təhlil edirsən. Məsələn, 10 dəqiqə vaxtın getsə belə 3 sual gəlir sənə. Yəni o tipli situasiya mətnlərinə çox vaxt sərf etmək olar. Amma yox, mətn sənə bir sualı düşübsə, maksimum 5-6 dəqiqə bitirməlisən. Aydın. Onlar inşallah əsas sınaqlara gəlmək lazımdır. Sınaqlarda möhkəmləndirmək olur, tuta bilirsən temanı. Ona görə sınaqlar çox önəmlidir ki, vaxt bölgüsünü nizamlaya biləsən. Mənim dərs Deməli bitir, belə. onda ardına baxmırıq indi. İndi yox, 60-da saxladım, dərs bitmir, yeni dərs keçirəm. Aha. Yeni mövzunu keçirəm. Gələn dəfə fiqurlarla bir yerdə bunun 60-dan sonrasının səhvlərinə baxacağam. Yeni dərsdən keçəcəm. Onsuz da bu gün 60 dənə test verəcəm, asandır. Vaxtımız qalacaq yəni dərs. Yəni qrupa yazım, davam eləyək. Bir dəqiqə siz də öz-özə gəlin, bircə dəqiqə qrupa yazım, başlayaq.
Davam eləyək. Davam eləyək. Deməli, bu gün fiqurlara baxacağıq. Fiqur analogiyasına baxacağıq ilk olaraq. Ümumiyyətlə, fiqurlar mövzusunda fiqur analogiyası 50 sualdır. Fiqurlardan bütün bölmələr qarışır. Burada fiqur analogiyası var. Sonra fiqur tamamlama, fərqli fiqurun tapılması, fiqur ardıcıllıqları, fiqur cədvəlləri, xəyali kəsrlər, hissələrin birləşməsi, fəza fiqurları, sahə perimetri. Bunlar hamısı hardasa 8 ya 9 mövzu ilə fiqurların içində. Və bu mövzulardan qəbula 10-15 arası sual düşür, hamısı bir yerdə. Və fiqurları normal səviyyədə öyrənə bilsəz, əksəriyyəti rahat suallar olur. Yəni fiqurlardan belə deyim də, bir 15 dənə sual düşsə, indi 15 düşmür, 12-13 düşür də belə deyim. Onun harasa bir 9-u, 10-u çox sadə suallar olur. Sonra da əsas bir dənə yoran fəza fiqurlardır, hissələrin birləşməsidir ki, əsas biraz onlar bizi yoracaq, amma qalanları rahat tiplə gedən sual nümunələrdir. Fiqur analogiyasında burada cəmi 50 dənə test var. Ona görə mən sualları qarşı göstərəcəm. Yarısını sizin vəsaitdən, yarısını birinci həftə olan vəsaitdən göstərəcəm ki, evə işləməyə çox testimiz qalsın. Birinci deməli bizim fiqurlarda başlanğıc olaraq bilməli olduğumuz məqamlar nələrdən ibarətdir? Fiqurlarda müxtəlif bucaqlar altında fırlanmalar var. Birinci yazılan fırlanma və yaxud da çevrilmə. Necə işləyir? Yəni fiqurlar müxtəlif bucaqlar altında fırlanacaqlar və ya çevriləcəklər. Məsələn, bu nə deməkdir? Bir dənə koordinat ox götürürəm. Məsələn, bax, bura 0 dərəcədir, bura 90 dərəcədir, bura 180 dərəcədir, bura 270 dərəcədir, bura 360 dərəcədir. 0 ilə 90 arası çevrilmə 45 dərəcədir, 0 ilə 90 arası. 90 ilə 180 arası 135 dərəcədir. 180 ilə 270 arası 225 dərəcədir. 270 ilə 360 arası 315 dərəcədir. Yəni bizə verilən fiqurlar bu dərəcələr arxasında çevrilə bilərlər. Və mən həmin fiqurların neçə dərəcə çevrildiyinə baxıb ona əsasən doğru cavabı uyğunlaşdıra bilərəm. Məsələn, bu nə deməkdir? Məsələn, tutalım ki, bizə sualın daxilində bir dənə test göstərmişsə, fırlanmalarla bağlı. Məsələn, bu 7-ci sual ola bilər. Sonra məsələn, 18-də də var. Sonra məsələn, 24-cü suala baxıram. Məsələn, 24-cü sual qəbul sualıdır, məsələn. 24-cü sualdır ki, fırlanmadan gedirdi söhbət. Sadəcə bu necə fırlayırdı? Fiqura sağ tərəfin ayrı fırlayırdı, sol tərəfin ayrı fırlayırdı, yəni çevirirlər. Ümumiyyətlə, fırlanmalar özü saat və saat əqrəbinin əksi istiqamətində olur və bir də bir şey yadda saxlayın. Sən bir fiquru neçə dərəcə fırlamanın asılı olmayaraq, onun içində bir-birinə olan vəziyyət heç vaxt dəyişə bilməz. Məsələn, sadə bir şey deyirəm. Məsələn, tam bax, belə bir fiqur çəkirəm, məsələn deyirəm sənə. Tam bura bir dənə ox qoyuram, düzdürmü? Sən bu fiquru hara fırlayırsan fırla, bu oxun aşağı tərəfi gəlib bu yarım dairəyə baxırsa, sən bunu çevirsən də 90 dərəcə, yenə bunun arxası yarım dairəyə baxmalıdır. Yəni fiqurların bir-birinə olan vəziyyətləri neçə dərəcə fırlasan dəyişmir. Yəni bir-birinin olan duruşları eyni qalmalıdır. Sən 24-cü sualı baxanda görürəm ki, bunların bir-birinin olan duruşları eyni qalmayıb baxa. Sən bunun belə deyim də ovalı fərqli-fərqli istiqamətlərə baxırdı. Burada iki eyni istiqamətə baxıb. Deməli, bu fiquru o çevirməyib, tək-tək çevirib. Necə? Sən bunu bax ortadan kəssəm, xəttin sağındakı fiquru 90 dərəcə əks istiqamətdə çevirib qoyur aşağıya bax. Bu fiquru 90 dərəcə əks çevirdi, qoydu aşağıya. Xəttin sağındakı fiquru isə, daha doğrusu solundakı fiquru isə, bax bu fiquru. Bunu isə saat əqrəbinin öz istiqamətində 90 dərəcə çevirdi, qoydu yuxarıya. Mən də eyni qaydada birinci gəlirəm, xətti ortadan kəsirəm. Xəttin sağ tərəfin əks istiqamətdə 90 çevirib qoyuram aşağıya. Xəttin digər tərəfini isə saat əqrəbinin öz istiqamətində çevirib qoyuram yuxarıya. Alınır D variant. Xəttin birin
Əks istiqamətdə birinci sadəqinin öz istiqamət 90 dərəcə çevirdi, qoydu üst-üstə aldı D variantı. Burada problem var. Yəni, keçirin. İkinci, güzgü əksi. Fiqurlarda bizim ikinci bilməli olduğumuz məqam güzgü əksindən ibarətdir. Güzgü əksi 3 dənə güzgü əksi olur. Şaquli güzgü əksi, üfüqi güzgü əksi, bir də çəp güzgü. Şaquli, üfüqi, bir də çəp güzgü. Burada da məsələn bir dənə simvolik olaraq hərf götürürəm. Məsələn, B hərfini götürürəm simvolik olaraq. B-yə mən şaquli güzgü vermək o deməkdir. Şaquli düzdür. Üfüqi yan formadır. Çəp güzgü 45 dərəcə bucaq altında güzgü deməkdir. Mən bu B-yə şaquli güzgü versəm, bu B hərfin çevirib qoyursan qabağına. Yəni güzgün mahiyyəti yaxın-yaxına düşür, həmişə uzaq-uzağa düşür. Yəni bu kök tərəfi yaxına düşür, digər tərəfi uzağa düşür. B hərfi gəlib düşür, bax təxminən bu formaya. Məsələn, bu B hərfinə indi üfüqi güzgü vermək istəyirəm. Üfüqi güzgü başlığa çevirmək deməkdir. Yenə yaxın düşdü, yaxına, uzaq düşdü, uzağa. Yəni ümumiyyətlə bütün güzgülərdə mahiyyət yaxın-yaxına, uzaq-uzağa düşür. Bir dənə çəp güzgü mahiyyətindən ibarətdir, onu da göstərim. Yəni simvolik olaraq bir dənə burada. Məsələn, B hərfini yazdım elə. Buna çəp güzgü vermək istəyirəm. Çəp yəni 45 dərəcə bucaq altına güzgü yeməkdir. Bunu bir gözə yarı tutmaq olardı, amma gözə yarı tutanməsən belə yadda saxlaya bilərsən. Çəp güzgüdə şaquli gördüyün bütün xəttlər üfüqi olur. Üfüqi gördüyün bütün xəttlər şaquli olur. Yəni bu B hal-hazırda düzlük yanıbsa, mən buna çəp güzgü verəndə bu hərfi gəlib yəni belə deyənməlidir, yan formada. Aşağı tərəf yaxındırsa gəlib yaxına düşəcək, yəni kök tərəfi. Digər tərəfi uzaqsa gəlib uzağa düşəcək. B düşəcək bax təxminən bu formaya. Sonra məsələn bu bir dənə nümunə göstərim. Tam bizə belə bir ox verib. Buna çəp güzgü vermək istəyirik. Baxıram, ox üfüqi dayanıbsa, indi şaquli dayanacaq. Bunun uc nöqtəsi güzgüyə tərəf baxsa, bunun əksi də güzgüyə tərəf baxacaq. Gəlib bu formaya düşəcəkdir. Bu da olur çəp güzgü mahiyyəti. Buradan problem var. Problem yoxdursa, gəlin bir dənə, məsələn, kursun birinci dərs vəsaitini açım, oradan da suallardan göstərim, paralel, sonradan yarısını buradan paralel işləyək. Məsələn, birinci güzgü əksinə bağlı birini göstərirəm, sonra buradan başqa testlər göstərəcəm. Məsələn, buraya diqqət edin bir dənə, 36-cı suala. Qəbul sualı, 36-cı sual. Mən bu fiqurdan bu fiquru almaqdan ötürü bir dənə şaquli güzgü verməliydim, bax. Buna bir dənə şaquli güzgü versən, bax, yaxın, yaxına düşüb, uzaq, uzağa düşüb. Tərs çevir, qoymuşsan bura. Mən də yenisini aşağıya tətbiq eləsəm, buna bir dənə şaquli güzgü versəm, elə bax, bu istəsən baxsan cavab çıxırdı. Bu uzaqda olduğuna görə Y gəlib variantı uzağa burada düşəcəkdi. Hansı variant? Y variantı. Bəli. Gəlib düşür uzağa, yəni bax D-dəki kimi, bir də Y-dəki kimi. D-də isə için xəttlərini dəyişib, seçkə qoy. Bax, için xəttləri düz xəttdir, ona görə D-yə atıram, cavab olur Y variant. Problem var. Əla. Sən bir dənə güzgü əksi göstərdim, sizin kitabdan göstərin birində. Məsələn, elə bax, 30-cu sual. Bax, bu fiqurlardan, bu 5 dənə fiqurdan sağdakı 5 dənə fiquru necə alır? Sağdakı 5 dənə fiquru alanda bir dənə ümumilikdə üfüqi güzgü verirdi, bax, bura. Buradakı fiqura bir dənə üfüqi güzgü versən ümumilikdə. Aşağısına qeyd edirəm elə. Qara gəlib düşür yaxına, yəni yuxarı tərəfə. Bu gəlib öz tərəfinə qalır yaxında. Aşağı doğru endirirsən də. Bunu aşağı doğru endirəndə gəlib düşür bax bura. Bunu aşağı endirəndə gəlib düşür bax bura. Bunu aşağı endirəndə gəlib düşür bax bura. Yəni mən bu fiquru bir dənə aşağı doğru çevirsəm, gəlib bax buradakı vəziyyətə düşür. Olduğu kimi.
Deməli, mən aşağıdakı fiqura bir dənə ümumilikdə üfüqi güzgü verməliyəm. Buna bir dənə üfüqi güzgü verəndə gəlib bax C variantındakı vəziyyətinə düşür. Bax, ağ yaxına düşməlidir, yaxına düşüb. Qara yaxına düşməlidir, yaxına düşüb. Qara yaxına düşməlidir, yaxına düşüb. Ağ yaxına düşüb, qara yaxına düşüb. Yəni mən buna bir dənə üfüqi güzgü versəm o pişiklikdə gələ düşür C-dəki formasına. Problem var burada. İndi gəlin ki, üçüncü nəyə bilməliyik? Üçüncü tema olacaq negativ. Negativ o deməkdir ki, ağ gördüklərini qara elə, qara gördüklərini ağ elə. Yəni bunu çox zaman sənə tək istifadə eləməyəcək. Bir fiqurun daxilində olacaq ki, fiquru çevirib sonra negativ verəcək. Və yaxud da birinci başqa bir iş görəcək, ondan sonra negativə çevirəcək. Məsələn, bax bu nə deməkdir? Məsələn, buna aid suallar göstərək. Məsələn, bax testin 14-cü sual göstərirəm. Və birinci bir fiqurdan bu fiqur alanda fiquru 90 dərəcə aşırır ilk ölçə. Bax, 90 dərəcə aşıranda da əgər çətin çəkirsinizsə, bir hissəsini götürün, hissə ayırın və yaxud da ən pis ehtimal əlinizdə kitabça olacaq, kitabın özü olacaq. Kitabı da çevirib 90 dərəcədən bax elə tuta bilərsiniz. Məsələn, bunu mən bax 90 dərəcə yuxarı doğru qalxdırsam, qara altında 3 dənə ağ fiqur. Bax qalxır yuxarı. Və indi bunu da eyni qaydada. Buradan tutub çevirsəm, ağ üçbucaq, altda 3 dənə qara üçbucaq. Qalxmalıdır yuxarıya. Məsələn, A-da ödəyir, Y-də ödəyir, C-də ödəmir atdım, B-də ödəmir atdım, D-də ödəmir atdım. A-da bir də Y-də ödəyirdi. İkincidən üçüncüyə gələndə isə negativ vermişdi. Bax, qara olub ağ, ağlar olub qara. Qaralar olub ağ, ağlar olub qara. Mən də baxıram ki, A ilə Y-də hansında negativ ödürsə, deməli doğru cavab odur. A-da ağ həqiqətən qara olub, qaralar həqiqətən ağ olub. Qaralar həqiqətən ağ olub, ağlar həqiqətən qara olub. Cavab olur A variantı. Amma Y-də negativlər üst-üstə düşmürdü. Yəni tadım gedirdi. Problem var burada. Səncə birini də göstərin, bax. 29-cu sual məsələn, bax, diqqət elə. Aha, Diğer 14 köhnə topludan idi. bəli. Hə, tamam. İndi 29-cu suala baxırıq. Mən bu fiqurdan bu fiquru necə ala bilərəm? Bir dənə diqqət eləsən, qarı ilə ağların sayı dəyişib. Burada 3 dənə ağ var, burada 4 dənə ağ var. Deməli, burada negativ verib. Çünki mən bunu çevirəndə ağların sayı ilə qaraların sayının nə işim var ki? Amma negativ nə zaman verib? Önəmli olan odur. Birinci Bu fiquru 90 dərəcə. 90 dərəcə çevirsəm, sadə əqrəbi istiqamətində. Hı -hı. Doksan çevirəndə bu qaralar gəlib buranı tutur. Ortadakı qara öz yerində. Bu qara da gəlib tinə düşür. Şu. Çevirəndən sonra negativ verir. Qara hissələri ağartdı. Ağ olan hissələr qaraltdı. Mən də bunu birinci 90 dərəcə çevirəcəm. 90 dərəcə çevirəndə bax, gəlir D-dəki formaya düşür. Sonra negativ verəndə bu qaraları ağardacam. Ağ olanları da qaraldacam. Cavab olacaq A variantı. Problem var. Dördüncü. Say. Saylarla bağlı testlər də bizim qabağımıza çıxa bilər. Bu nə deməkdir? Məsələn, bax, 22-ci suala diqqət edək. 22-26 saylarla bağlı idi. Baxıram ki, bu 3 dənə fiqurdan sağda verilən cavabı alıb. Bu necə almış ola bilər? Uyğun mövqelərinə baxıram. Məsələn, bax,
Yuxarısına baxıram. Ağ dairə, qara dairə, qara dairə. Cavabda verib qara dairəni. 2 dənə qara, bir dənə ağ var idi. Qaralar çox idi, cavabda qaranı yazdı. Ağ, qara, ağ. Sağ tərəfdə 2 dənə ağ var, bir dənə qara. Cavabı nə verib? Ağ verib. Ağların sayı çox idi, cavabı da verdi ağ. Aşağı baxıram. Ağ, ağ, qara. Ağların sayı çoxdur, cavabı yazıb ağ. Sol tərəfə baxıram. Qara, ağ, ağ. Ağların sayı çoxdur, cavabı yazıb ağ. Burada problem var. Xeyr müəllim. Aşağıya da baxıram eyni qaydada. Yuxarıda qara, ağ, qara. Qaraların sayı çoxdur, qaranı saxlayacağam. Sağda ağ, qara, ağ. Ağların sayı çoxdur, ağı saxlayacağam. Aşağıda ağ, qara, qara. Qaralar çoxdur, qaraları saxlayacağam. Solda ağ, ağ, qara. Ağların sayı çoxdur, ağı saxlayacağam. Cavab olacaq A variantı. 26 idi, bax, sən baxsaydıq. 26-cı sual. Bu da sayılarla bağlı idi, bax. Yəni, bax, görsən, ağla qara dairələrin sayı dəyişir. Ağla qaraların sayını işləyəcəkdim. Burada bir səfər nə iş görürdü? Çarpaza baxsan, 2 ağ, 1 qara çıxıb çölə, 5 ağ, 1 qara girib içəri. Və həmçinin bax, bura baxıram. 2 qara, 1 ağ çıxıb çölə, 2 ağ, 2 qara girib içəri. Həmçinin burada çarpaza baxıram. 3 ağ, 1 qara çıxıb çölə, 2 dənə ağ girəcək içəri. Yəni, çarpaz qaydada yer dəyişmə olur. Çöldəkilər içəri, içəridəkilər çölə girir. İndi sayılarla bağlı bir dənə də detal deyirəm. Rəng sayıların qoydum qırağı. Fiqurların içində sayılarla bağlı temalar çıxa bilər qabağımıza. Bu nə deməkdir? Məsələn, bax, burada ikinci suala baxsaydınız, qəbul sualda, bax, bu sual. Əgər verilən fiqurlarda dəyişmə zamanı tərəf sayı dəyişirsə, bunun da sayılarına baxmaq lazımdır. Məsələn, nə deməkdir bu? Sən bax, içəridəki fiqurun tərəfini saysan, 1, 2, 3, 4, 5, 6, 7 tərəf var. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8 tərəf var. İçəridəki fiqurun 7 tərəf var idi, oldu 8. Yəni, 1 vahid artdı. İndi burada içəridəki fiqurun 1, 2, 3, 4 tərəf var. 1 vahid artacaq, içəridəki fiqurun 5 tərəf olmalıdır. Məsələn, bax, bir dənə Y ödür. İçəridəki fiqurun 5 tərəf olan bir dənə Y variantı var. Çöldəki fiqurda saysaydın, ulduzun 10 dənə tərəf var idi. Bu fiqurun 9 dənə. İçəridə görə bir azalmış, daha doğrusu çöldə. Burada çöldə kvadratın 4 tərəf var, bir azalıb olmalıdır 3 tərəfə. Yəni 3 bucaq içində 5 bucaqlı cavab olur Y variantı. Problem var. Bir də deyə bilərsiniz bunu, mən tam anlamadım. Bax, tərəf sayı dəyişir. İçəridəki fiqurun 7 tərəf var, bax burada. İçəridə saysan 1, 2, 3, 4, 5, 6, 7 tərəf var. Burada isə içəridəki fiqurun 8 tərəf vardı. Yəni içəridəki fiqurun tərəf sayı 7-dən qalxdı oldu 8, 1 artdı. Bildim, biri artır, biri azalır. Bildim. Bəli, bəli. Sonra burada ağ-qara prinsipini göstərirəm. Son 1-2 dənə sual göstərəcəm. Bir də fiqur tamamlanmasına baxacaq. Sən bax 8-ci sualdır. Sonra 13-cü sual ağ-qara prinsipidir. Ağ-qara prinsipi nə idi? Əgər 2 dənə fiqurun cəmindən 3-cü fiqura alınırsa və bunun içərisində ağ-qara rənglərdən ibarətdirsə, ancaq ağ-qara prinsipini tətbiq edirsən. Ağ-qara prinsipi nə deməkdir? Ağla ağ üst-üstə gələndə nə verir? Ağla qara üst-üstə gələndə nə verir? Qara ilə ağ üst-üstə gələndə nə verir? Qara ilə qara üst-üstə gələndə nə verir? Sən sualın daxilində bu 4 dənə komponentin nəyə bərabər olduğunu tapıb, ondan sonra digərinə tətbiq eləyəsən gedəcək. Məsələn, baxaq. Yuxarıya baxıram. Məsələn, bu birincisi. Qara ilə qara ağ olub. Deməli, qara ilə qaranın cəmini ağ eləməlidir. Ağla ağ qara olub. Deməli, ağla ağ toplayanda qara eləməkdir. Məsələn, burada da ağla ağ həqiqətən görsən qaradır. Ağla ağ həqiqətən görsən qaradır, ödəyir. Qara ilə ağı toplayanda ağ verir. Qara ilə ağın cəmini yazıram ağ.
Bir dənə qaldı ağla qaranın cəmi. O da bax, məsələn, bu şəkildə var idi. Ağla qaranın cəmi həqiqətən burada nə verib? Ağ verib. Bunu da qeyd elədim. İndi gəlirəm bu tapdığım cavabları aşağıdakı fiqura tətbiq edirəm. Yuxarıya bax. Ağla ağ qara olmalıdır. Yuxarısı qara olmalıdır. Ağa getdi. Sonra sol tərəfə baxıram. Qara, ağ. Qarı ilə ağ olmalıdır. D də getdi. Sağ tərəfinə baxıram. Qara, qara. Qara ilə qara ağ olmalıdır. C də getdi, Y də getdi. Cavab qaldı B variantı. Problem var. Hay Allah. Sonra burada sizə bu sual göstərməsi lazım. 33-cü sualın. 33-cü sualda mahiyyət nədən ibarətdir? Bax, burada müxtəlif fiqurlar verilib. Birinci sətir, ikinci sətir, üçüncü sətir üzrə. Aşağıda isə həmin fiqurların birləşmiş forması verir. Və sənə aşağıda birinci sətir verib, üçüncü sətir soruşur. Sən bu suala bax, Dimin kitabında olan test nümunəsidir. Hər hansısa bir fiquru götürürsən, ilk olaraq hərəkətini izləyirsən. Məsələn, bax, birinci sətirdə olan fiqurlardan qara kvadratı götürdüm. Bax, qara hissəni tamamilə. Bax, bunları nömrələyirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Bax, qara hissə burada 2-də gəlirdi. Sonra keçdi 7-yə, sonra keçdi 12-yə. Yəni, sağa doğru 5-5 hərəkət edir. Bizə lazımdır ki, 1-dən 3-ə gələndə nə qədər hərəkət edir, onu tapaq. Çünki aşağıda promo 1-dən 3-ə tullanır axı. Birinci sırada 2-də idi, üçüncü sırada 12-də oldu. Yəni, 10 vaid hərəkət elədi sağa doğru. İndi burada da o qara hissəni nömrələsən. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Birinci sıradadırsa, 10 vaid sağa doğru hərəkət edəndə gəlib düşür 11-ə. Deməli, 11 isə qara olmalı idi. Bir A-da ödəyir, bir də C-də ödəyir. B getdi, D getdi, Y getdi. Burada çətinlik var. A-la C-yə baxıram indi. İndi, məsələn, başqa bir fiqur götür, onun hərəkətini izlə. Məsələn, ağları götürmə mənasızdır, ağlar çoxdur axı. Gəl, məsələn, bu kərpici götürək. Və kərpic 5-cidir. Keçdi 2 vaid sola, gəldi 3-ə. Sonra yenə keçdi 2 vaid sonra, gəldi 1-ə. Yəni, 1-dən 3-ə gələndə sola doğru 4 vaid hərəkət elədi. 5-dən 1-ə gəldi. Mən də burada kərpici tapıram. 1-dən 3-ə gətirən 4 vaid sola doğru hərəkət etdiyənə gəlib düşməli, bax, 7-yə. 7-də görməliyəm həmin o kərpici. Bu da bax, harada görürəm? A-da görürəm. 7-ci bax, buradır. C-də səhv verib. Cavab oldu A variantı. Çətinlik yoxdur. Bunun isə tutaq belə qəşəng Benim test sualda nümunələri bu var. sual görməmişdim. Necə? Fərqli bir tip sualdır. Bu tip sual xatırlamıram. Bəli. Testin özündə fərqli sual tipləri var. Belə deyim, asan sualları çoxdur. Bir də 6-7 dənə çox belə çətin sual tipləri var ki, məsələn, biri də buydu. Birini göstərim, o birilərini saxlamışam sizə. Görüm, birinci özünü düzəlt göstərin. Eləyəm məsələn, 38 özü qəşəng sualdır. Şimdi onları deməyəcəm. Birinci özü saxlayım, görüm kimləri eləyə biləcək. Ondan sonra özüm göstərəcəm. Bunlar fiqurların sayıdır. Burada birləşdirib hansı əldə edilə bilər, onu tapırsan. İndi burada bir dənə də keçək fiqurların tamamlanmasına baxaq. Arada 3.2, 3.3 ələk saxlayırsınız. Fiqurların tamamlanmasını işləyirsiniz bizdə. Fiqurların tamamlanması yəqin ki, hamımıza tanış olan bölmədir və hər qəbula düşür. Hər qəbula. Misal, bax, 15 dənə sualdır burada. Sən bir dənə sadəsini göstəreyim. Birinci sadə birindən başlayaq. Bir iki dənə çətin göstərəcəm sizə. Bax, 7-ci sualda.
Məsələn deyirəm. Bu sualın mahiyyəti nə deməkdir? Plus o deməkdir ki, bu iki dənə şəkli qoyursan üst-üstə, alınan cavab sondakı iki dənə şəklin üst-üstə cəminə bərabər olmalıdır. Sən bir növ bu maddədən ibarətdir. Məsələn, bax bu şəkli gəlib bunun üstünə çəkirsən. Gəl bax çəkək. Bu nöqtəni qoydum bura. Sağından gedən xətt düşdü bax bura. Yuxarısından gələn xətt düşdü bax bura. Bax bu xətti qeyd elədim. Sonra bax bu xətti qeyd elədim bura. Sonra bax kənardan gələn üçbucağı bax qeyd elədim bura. Bir dənə düz xətti. Düz xətti qeyd elədim bax bura. Ən kənarda gedən düz xətti. Bu ikisini üst-üstə qoyanda bu fiqur alındı, düzdürmü? Lap ki qarı ilə gedib tam aydın olsun. İndi mən burada verilən xəttlərdən bəzilərini cavabda qeyd eləmişəm. Hansı xəttlər ki qeyd eləməmişəm, onları variantda götürəcəm. Məsələn, bax, bu hissə artıq cavabda var. Təzədən ehtiyac yoxdur. Bax, bu hissəni silirəm. Bu hissə artıq cavabda verilib. Sonra məsələn, bax bu xətt. Gəl bax bu xəttə sil, artıq cavabda verilib. Sonra məsələn, bax bu xətt. Cavabda var, təzədən ehtiyac yoxdur. Silirəm, gedir. Sonra məsələn, bax ortadan iki dənə düz xəttim. Cavabda verilib, təzədən ehtiyac yoxdur. Aşağı gedən xəttim, bax. Təzədən ehtiyac yoxdur. Silirəm, gedir. Bir də bax sağdan gələn düz xəttim. Ehtiyac yoxdur, cavabda var. Silirəm, gedir. Bax, bunları siləndən sonra yerdə qalan hissə olur sənin doğru cavabın. Məsələn, bax, yerdə qalan hissə hansı variantda ödür? Gəl baxaq. Aşağıdan belə bir xəttim olmalıdır. Nöqtədən yuxarı doğru gedən xəttim olmalıdır. Bir də sağa gedən xəttim olmalıdır. Bax, 7 ödəyir. Cavab olur. Y variant. Yəni, bu sualın mahiyyəti bundan ibarətdir. Bu hələ ki mahiyyətini izah elədim sizə. Yəni, iki dənə fiqur qoyur üst-üstə. Bu xəttdən bəzilərini cavabda qeyd edib, hansıları ki qeyd eləməyib, mən sual yerinə həmin xəttləri qeyd edirəm. Burası aydındır bu dediyim. İndi təbii ki, bunu hər də bu şəkildə çəkməyəcək. İndi gəl bunun variantların işləmə formasında göstərim sizə. Məsələn, bax gəl 9-cu suala baxaq. Sən variantdan işləmək nə deməkdir? Gəlirsən variantlara baxsan, hər hansısa bir dənə fərqli xətti götürüb yuxarıdan analiz edirsən. Olmalıdırsa saxlayırsan, olmalı deyilsə variantlardan silirsən. Məsələn, bax bu nə deməkdir? Məsələn, birinci A ilə B-yə baxıram. Məsələn, baxıram ki, bax, A-da nöqtənin yuxarısına gedən belə bir düz xəttim var, amma B-də o xətt yoxdur. Birinci o xətti axtarıb tapıram, bax bu düz xəttdə. Nöqtənin yuxarısına gedən düz xətt, bax burada verilib. Amma cavabda həmin düz xətt yoxdur, axı deməli olmalı idi. Ona görə B-ni atıram, gedir. Yəni, bir sözlə, biz bu iki dənə fiqurun hər hansısa birində olub. Üçüncüdə olmayan xəttləri axtarırıq. Sonra məsələn, bax, A ilə C-ni gəl müqayisə edək. Sən baxıram ki, A-da bax, belə bir xəttim var mənim. C-də o xətt yoxdur. Bax, burada. Həmin o nöqtənin aşağısından gedən bax, oval bax, burada verilib. Amma nöqtənin aşağısına gedən həmin oval cavabda yoxdur. Deməli, olmalı idi. C-də getdi. A ilə D-yə baxıram. Nöqtənin yuxarısından bax, aşağı doğru gələn oval D-də var. A-da yoxdur. Bax, nöqtənin yuxarısından aşağı doğru gələn oval bax, burada verilib. Amma cavabda verilməyib. Deməli, olmalı idi. A da getdi. Qaldım D ilə Y-nin arasında. D ilə Y-də də fərqli xəttin biri bax, bu xəttdir. Bu xətt birinci fiqurda verilib, amma cavabda yoxdur həmin xətt. Deməli, olmalıdır. Yenə də atıram, cavab olur D variantı. Problem var burada. Əla.
Fiqurların tamamlaması bu şəkildə bax. 2 dənə fiqur qoyursan üst-üstə, eyni olan xəttləri silirsən, fərqli olanlar variantlardan götürürsən. Bir dənə burada 15-ci suala da baxaq son olaraq. Deyir ki, 3 eyni ölçüdə şəffaf şüşə lövhə üzərinə boya ilə fərqli naxışlar vurulub. Sonra bu lövhələr aşağıda göstərildiyi kimi üst-üstə qoymaqla yeni naxışlar əldə edilib. Birinci lövhə üzərindəki naxışı müəyyən edin. Bax, bu nədən ibarətdir? Birinci və ikinci lövhələri də üst-üstə qoyur. 1 və 3-ü də üst-üstə qoyur. Alınan naxışları verib. Və bir də 2 ilə 3-ü üst-üstə qoyanda alınan naxışlar bəllidir. Bizə deyir ki, sırf birinci lövhə üzərində hansı naxışlar olacaq, onu təyin elə. Mən də burada nəyə diqqət edirəm? Bax, sadə bir şey deyirəm. Sən bax, bir dənə bir şey deyim, tutarsız avtomatik. Sən bax, burada bir dənə x görürəm, düzdürmü? Sol tərəfdə. Burada da var həmin x. Amma cavabda yoxdur sol tərəfdəki x. Mən baxıram ki, 1 olanda həmin x var idi. 1 olanda həmin x var idi, 1 yoxa çıxanda həmin x də yoxa çıxdı. Deməli, həmin o sol tərəfdəki x-i yaradan birinci lövhənin üzərindəki naxış imiş. Məndən də biri soruşduğuna görə sol tərəfdə belə bir x-im olmalıdır. Onun da olduğu variant elə bir dənə A-daydı. Doğru cavab olur A variantı. Məsələn, səndən birinci yox, ikinci lövhəni soruşsaydı, tam desə ikinci lövhəni tap. Məsələn, mən baxacaqdım. İkinci lövhənin olduğu hissələrə. Baxacaqdım ki, bax, bu xətt burada var, burada var. Amma 1 ilə 3 birləşəndə həmin xətti görmürəm. Deməli, ikinci lövhəni soruşsaydı, mənə belə bir düz xətt lazımdır. Bax, deyədək kimi. Bax, bunu götürəcəkdim. Aydın demək istədiyim. Problem yoxdur. Xeyr mən. Bəli. Belə. Bugünkü dərsimizdən bu qədər. Ev tapşırığı olaraq bir fiqur analogiyasını bitirirsiniz 60 sual. Bir də bu 15 dənə sual bitirəsiniz. Bizim 5-ci gün bayramla əlaqədar dərsimiz olmayacaq. İnşallah bir də gələn həftənin ikinci gün dərsə qoşulacaq. Amma bazar günü əlavə onlayn dərsimiz olacaq o öz yerində. Amma ikinci günə siz polnu vaxtınız var. 50 dənə analogiya verirəm, 15 dənə də bu testi vəsiyo. Bir bunları bitirəcəyik biz. Bir də ki mətnlərdən qalan səhvlərimizi inşallah gələn həftənin ikinci günə onu da yekunlaşdıracaq. Növbəti dərsimiz keçəcək. Suallar var burada? Müəllim, ev tapşırığını bir dənə deyə bilərsiniz. Fiqur analogiyası, bir də fiqur tamamlanması. Sağ olun müəllim. Gecəniz xeyir. Xeyrə qarşı sağ olun, Sağ özünə olun, muayib olun. gecəniz xeyir. Sağ olun, müəllim. Gecəniz xeyir. Sağ olun, Sağ olun. sağ olun. Sağ olun. Müəllim, buradasınız? Bir şey soruşmaq istəyirəm.